Salam dəyərli dostlar, salam ailə canlı izləyicilərim. Fərqli bir yerdə, məkanda, artıq sizin alışdığınız o üzbəüz dialoq olaraq şəklində deyil, sırf Ramina xanımı bu tutmaq zamanda bəli, tutmaq üçün çəkilişimizi elə tam da onun hal-hazırda çalışdığı, təhsil aldığı Stanford Universitetinin texnologiya kampındayıq. Canlı layihəsinə xoş gəlmisiniz. Təşəkkür edirəm. Axır ki gəlmiş. Axır ki gəlmisiniz. Gəlin gəzə-gəzə biraz bura haqqında danışaq. Ramin xanım, birinci özünüzü təqdim etmək istəyirəm. Mən Senvar annəyəm. Senvar annəyəm. Dilarə xanımın da belə deyək də əziz, çox belə fikir məsləyi olan dostuyam. Və baxmayın ki, mən belə gec qoşulmuşam Dilarə xanımın layihəsinə. Bəlkə də layihə haqqında bilən ilk insan mən idim. Bəli. Amma deyir ki, yaxşı baş verən hər bir şey sakit baş verir. Bəli. İnandırım sizi ki, Dilarə xanımın bəlkə də ilk təklif elədiyi ki, biz bu layihədə çəkilişək, o mən idim. Amma bir gün vaxt eləyirik, onun vaxtı olmur. Bir gün vaxt eləyirik, mənim olmur. Axır ki biz görüşdük. İnansız burada ümumi dostlarımız var ki, indi onlar özləri biləcəklər. Neçə dəfələrlə məndən soruşurlar ki, Dilarə xanımla aranızdan soyuq sular keçib. Necə olub ki, siz hələ çəkilməmisiniz? Mən deyirəm, vallah vaxtımız yoxdur. Dilarə xanımın ayağı elə yüngüldür ki, Dilarə xanım mənə təklif eləyəndən sonra iş, tədris, təhsil o qədər belə deyək də ard-arda təkliflər gəldi ki, mən çəkilişdən başqa hər şeyə çatdırdım. Gəlin bir eynəyimizi çıxardaq, Ramina xanım, bizim o gözəl gözlərimizi də görsünlər. Eynəyimizi çıxardaq. Ki, gündə döyülük, bir ki, izləyicilərimiz bizi görsünlər. Hətta əmin olsunlar ki, doğrudan da Dilarə xanım Ramina xanımı tutub. Hə, bax belə, özüm haqqında demək istəyirəm ki, Azərbaycanda magistr təhsilim var idi. Dövlət Universitetimizin magistr təhsilli və son 19 ilini Azərbaycan təhsilinə sərf etmiş Ramina mənbəyəm. Hansı ki, dostluğumun, həyat dostluğumun və belə deyək də, həyat yoldaşlığımın əksəriyyətini mənim müəllim kolleqalarım, dostlarım, direktorlarım, birinci direktorum həyat yoldaşım olub Xalid müəllim, özəl şirkətdə, sonradan isə dövlət şirkətinə mənləri işə qəbulu vasitəsilə imtahan verib 2013-cü ildə qəbul olmuşam. Eyni vaxtda sevimli Arizə müəllimlə işləmişəm. O da o ili direktor kimi qəbul olmuşdu. Bizim məktəbimizə həddindən artıq şəxsi nümunəsini bir pedaqoq kimi, bir direktor kimi, bir idarəedici kimi sevdiyim xanımdır. Onun rəhbərliyi ilə işləmişəm uzun müddət və tutorluqdakı anadan olandan tutorluq edirəm. Müəllimlik son 19 ili, amma tutorluq anadan olandan. Çünki həmişə özüm nəyi yaxşı bilmişəmsə, həmişə istəmişəm ki, misal üçün mən kimyaçı olmağıma baxmayaraq, kimyanı 2004-cü ildən sonra tutorluq eləmişəm, amma ona qədər riyaziyyatı öz yaşıdlarımdan, pirlərimdən yaxşı bilmişəmsə, riyaziyyatı tədris etmişəm. İngilis dilini yaxşı bilmişəmsə, ingilis dilini tədris etmişəm. Hər zaman kiməsə nəsə öyrətmək həvəsində çox həvəsim olub ki, bildiyimi özümdə saxlamayım. Düzdür, insanlar əksərən məni sosial insan kimi, ekstravert insan kimi tanıyırlar. Mən elə deyiləm. Onu az sonra sizin o xasiyyətiniz haqqında istəyirəm. Bəli, xahiş edirəm. Bax, hər verilişdə bu mövzu bizim ilk girişimizdə olur videodakı. Sən yoxsa siz deyə müraciət edirəm, qoyun deyim. Bir həkimə və bir müəllimə nə qədər yaş fərqiniz olur olsun, onun keçdiyi həyat yoluna görə mütləq şəkildə sizdə bulunmalısınız. Dilarə xanım bilir ki, ictimai yerlərdə mən onunla yalnız doktor deyə müraciət edirəm. Bu mənim boynumun borcudur. O subordinasiya, o bizim aramızda həmişə var. Amma indi biz çox bir səmimi bir çəkilişdəyik və ona görə Dilarə xanımla sevə-sevə mən ona sən və o da mənə sən deyəcək. Dostluq çəkilişindəyik. Onda başlayaq. Təşəkkür edirəm. Getdik. Deməli dostlar, Ramina ilə istəyirəm biraz bu kampusun ərazisini gəzək. Ümumiyyətlə Stanford Universiteti bilirsiniz çox böyük universitetdir. Bu haqqda paylaşımım da olmuşdu mənim Instagram səhifəmdə. Müqayisə üçün mənim yaşadığım Bakıxanov qəsəbəsi boyda. Qoy Bakıxanov qəsəbəsinin sakinləri də burdan məni lap çox sevsinlər. Bilsinlər mən necə sevirəm Bakıxanovu. Hə, təsəvvür eləmək üçün təxminən deyək ki, yəni o ərazi boyda bir ərazidəyik. Yəni avtobusda üzr istəyirəm. Dilarənin sözünü kəsdim. Bir buildingdən, yəni bir fakültədən digər fakültəyə indi görəcəyik avtobuslar daşıyır. Ərazi böyük olduğu qədər də fakültələrin sayı da universitetdə həddindən artıq çoxdur. Texnologiya fakültələrindən tutun, nə bilim, hüquq fakültəsindən tutun, tibb fakültələrinə qədər, yəni fakültə sayı
çox sahəli və genişdir. İnformasiya texnologiyaları və s. çox, yəni burada sahələr var. Və Ramina burada sırf tibb sahəsi üzrə hal-hazırda nə keçirsiniz onu Grant layihənin qalibi olmuşam. Grant layihənin qalibi olmuşam. Nə layihədir? Deməli mən sizə bir söz deyəcəm. Bura gəlməyim İnanın bir xoş təsadüf də ola bilər və yaxud da bir məntiqi ardıcıllıq da ola bilər. Onu necə qəbul edirsiniz? İndi məni tanıyanlar içərisi Dilarə daxil deyəcəklər ki, əlbəttə ki, bu məntiqi ardıcıllıqdır. Niyə? Deməli, mən oxuduğum kollecdən mənə xəbər olundu ki, bizim career center deyirlər də burada. Oradan tələb olundu ki, sənin backgroundundan bəs bir tələbə kimi oxuduğum kollecdən mənə deyildi ki, sənin backgroundundan bax belə bir layihə var. Qısası mən bu layihədə niyə iştirak etdim, qoy onu deyim. Deməli, mən PhD oxumaq istirdim. Kimyanı, yəni burada bitirmək istirdim. Çünki mənim diplomlarım mən başvursam da PhD-yə, amma burada müəyyən bir qədər hələ ki bitirməli idim. Bir 30 unitə ehtiyacım var idi. Bunu da mən ancaq 2 il edə bilərdim. Yəni o qədər də kənardan göründüyü qədər asan deyil də. Gələsən hər hansı bir xarici ölkə, xüsusən də Amerikaya və öz sahənin sahəyə uyğun olaraq davam edəsən. Mən onu deyim sizə ki, burada tibbi oxumaq üçün digər ölkələrdən gələn bu bircə Azərbaycan haqqında danışmıram. Mən ümumən danışmaq istəyirəm ki, tibbi oxuyan çox qəribədir, çox qəribə bir sistem var. Həkim gəlir bura sıfırdan başlamalıdır və 10 il 12 il oxumalıdır. Amma biology major olan, scientific major olan gəlir və onun üçün reduce edirlər. Başa düşürsünüz və hər bir universitetin və hər bir kollecin özünün qayda qanunu var. Məsələn, Bakı Dövlət Universitetinə girmək üçün bu lazımdır. Yox, bir universitetin requirementləri digər universitetlə və digər kollecdən tamamilə fərqlidir. Misal üçün, mən sizə bir söz deyim. Tibb sahəsində bir stomatoloq gəlib burada əgər stomatoloq olmaq istəyirsə, yenidən başlayır, oxuyur. Amma bir bioloq gəlib stomatoloq olursa, o 10 ili onun üçün kəsirlər eləyirlər 6 il, 7 il onun backgrounduna görə. Eyni şey mənim кейsimdə oldu. Mənə təklif elədilər ki, sən PhD-ni öz sahəndə də oxuya bilərsən. Amma biz sənin üçün kəsib bakalavrı 3 il eləyəcəyik və 3-4 il, sən 2 il intensiv terapiyada olmalısan və sonradan PhD-ni medisində götürə bilərsən. Və sənin üçün onu başlamaq üçün çox əla bir layihə var, grant layihə. Bilirsiniz də, Stanfordda tibb təhsilinin bir ili $120,000 başlayır. Bu ölkə daxili. $120,000 bir il, 2 semestr. Amma bu gördüyünüz Stanford mənə pul verir ki, mən grant layihənin qalibiyəm. Mən burada bir semestr götürüm və karyeramı başlayıb. Bura bizim, yəni biz yalnız bu mənim binam olsa da, yəni biodizayn binamız olsa da, az öncə qarşısında olduğumuz binadır. Bəli, az öncə. Görürsüz, çox böyükdür o da. Bəli, bu bizim research binamızdır. Biz elmi, yəni araşdırmaları bu binada edirik. 158-ci laboratoriyada. Necədir laboratoriyalar? Fərqlidir? Tamamilə fərqlidir. Olur, İnsan işlədikcə işləmək istəyir. Görürsüz də, hərdən mən qoyuram orada. Mən çox şeyi, gəlin sizə birdən söz deyim. Mən o nəyisə çəkib zarafatlaşa bilərəm. Bilirsiniz də, talış qızıyam, xoşduram sırqalarımı falanı. Mən onları zarafat edə bilərəm. Amma bizim orada çox belə kəskin polisimiz var. Biz insan orqanizması ilə işləyirik deyənə biz brain dissection, sonuncu məndə olmuşdu, eye dissection, göz, yəni o yarılması, disseksiyaları, biz onları paylaşa bilmərik. Çünki biz imzalamışıq. Mən ən qədər video götürə bilərəm, amma insan olaraq, yəni ümumiyyətlə qanuna da ziddir də. Qanuna da ziddir. Öhdəlik götürürsünüz ki, onu paylaşın. Bir yazılmamış qanunlar da var ki, sən insanı falan. Bu çox maraqlıdır. Mən öz deməli həkim bacımla, deməli bizim Nərgiz xanımla, gəlinimin bacısı ilə bütün detalları deməli bölüşürəm. Amma onları ictimailəşdirmirəm. Ona görə ki, bu bir etika, həkim və yaxud da ümumiyyətlə alim, mən özümə həkim demirəm, bağışlayın, yadımdan çıxmamış da deyim, o 6 ay gedib, 6 ayda yox, desən 2 ay, kurs keçirib, necə ki, ayaqqabı satan dükanı olan insanlara müəllim deyirdilər, mən buna həmişə qarşı olmuşam. Mən müəllim olmaq üçün neçə yaşım var? 42. Mən 5 yaşından oxuyuram ki, Raminə müəllim olum. 42 yaşım var, Dilarə xanım
Allahın şahididir və bütün buradakı yaxın dostlarım ki, mən 24 saatdan 25 saat oxuyuram müəllim olmaq üçün. İnsan gedib 2 aylıq kurs keçir və öz adının qabağına doktor adını qoyur. Ona görə mən öz həkim tələbələrimdən, ginekoloqlar, anestezioloqlar, nə bilim, məsəl üçün dostluğunda Nigar buna baxacaq. Bu mənim tələbəmdir. İnsan gecəsini, gündüzünü həkimliyə tələb edib. Mən özümə necə həkim? Xeyr. Mən sadəcə olaraq medisində müəyyən bir PhD-mi qazanmaq istəyən insanam, medical sahədə. O daha rahatdır deyə hal-hazırda Bəli, mənim backgrounduma, mənim elmi backgrounduma burada mən kimyada PhD sayılmıram. Mən burada elmdə PhD sayılıram. Ona görə mənim backgrounduma uyğun olduğuna görə və biraz da ola bilər ki, gələcəkdə valla mənim alnıma da elə oxumaq yazılıb, pul qazanmaq yazılmayıb. Amma mən ümid edirəm ki, İptal düz deyir. Bir dəfə Dilarə xanım mənə qadağan eləmişdi o sözü deməyə. Amma yenə də, yəni burada da bu çox gəlirli sahə olduğuna görə elm ümumiyyətlə, elm, yəni science deyəndə burada konkret olaraq social science nəzərdə tuturam. Tarix və s. və humanitar elmləri yox, dəqiq elmlər, biologiya, biodizayn, kimya, fizika burada çox gəlirli sahə olduğuna görə və bir də ona contribute edib PhD-ni də orada alacağıma görə ümid edirəm ki, Dilarə xanımın filəmələri mənə düşəcək. Və mən axır ki, pul qazanmağa başlayacağam. Məqsəd anesteziologiyada özünü göstərməkdir. Bunun üçün də mən öz ştatımda, bax burada rezident 2 il intensiv experience keçməliyəm, internship keçməliyəm. Onu öz ştatımda edə bilmərəm. Onda siz sırf anesteziologiya üzrə indi hal-hazırda. Bəli, mən anesteziologiya üzrə. Bu da bir ekskluziv olaraq açıqlama olsun bütün hamıya. Bəli, mən heç vaxt açıqlama verməmişdim. Qoy olsun. Məqsəd odur. Gerisi nə olacaq onu bir dənə Allah bilir. Məqsəd odur. Gördüyünüz kimi Stanford Universitetinin tibb fakültəsinin qarşısındayıq və Bəli. görün necə gözəl, səliqəli, adama oxu deyir. Vallahi, tələbə həyatını yaşayır. Bugün bu arada hal-hazırda biz 6-cı gün, yəni şənbə günündəyik. Bəli. Ona görə də çox tələbə heç nə görmürsüz demək olar ki, burada. Yalnız grant layihə üçün gələnlərdir və yaxud da aşırı, yəni işləri olan insanlardır ki, onlar çatdırmırlar. Qapılar həmişə açıqdır. Siz adi park kimi gəlib gəzə bilərsiniz burada, istirahət edə bilərsiniz. Stanford Universiteti Şimali Kaliforniyanın demək olar ki, ən gözəl hissələrindən, şəhərlərindən birində Palo Alto'da yerləşir. Bəli. Palo Alto elə Palo Alto'dur da. Bu binaların hər birisində fakültə olaraq dərs keçirsən. Amma konkret olaraq sənin özünün mənsub olduğun bir fakültə var. Yəni nədən başlamısansa. Sonradan mən baxıram ki, il digərlərinə keçirsən. Yenə də deyirəm, mən çox xoşbəxtəm ki, valla indi deyirlər, bunu maddi qaldırmaq asan deyil. Dilarə xanım özü məndən də yaxşı bilir. Yəni bu maddiyata qalsaydı mən bunu əldə edə bilməzdim. Bir də deyirəm, bu universitetin qapısından içəri keçmək vətəndaşlar üçün, yəni burada yaşamaq izni və hüququ olanlar üçün $120.000-dırsa, xarici tələbələr üçün yəni daha artıq miqdardadır və hələ bunu qazanmaq lazımdır. Bu arada mən tələbələrlə işlədiyimə görə bilirəm ki, necə ki Azərbaycanda ali məktəbi qazana bilməyib, o Türkiyəyə, Ukraynaya, Gürcüstana sadəcə olaraq birtəhər bir cür ilişsin və nə bilim də indi getsin, gəlsin ali məktəb oxumuş deyə artıq o cürə Avropaya və Amerikaya gedirlər insanlar və tələbələr. Valla yaxınlarda mənə bir universitet dedilər LA-də. Dedilər ki, bir də Rəna xanımı search edərsiniz, görək uşaq bura qəbul olub. İnanın, o universiteti mən tapa bilmədim ki, bu nədir? Amma o insan uşaqdır da, özdə elə güclü oxuyan uşaq da olmayıb. Birtəhər qəbul olub. Sağ olun ki, siz ABŞ-ın universitetlərinin müəllimlərini dolandırırsınız. Orada valideynləriniz işləyir. Burada göndərsiniz, uşaq da istirahət edir. Mən yenə də deyirəm, mən azlıqdan danışıram. Əlbəttə ki, Avropanı, ABŞ-ı qazanan Stanford'ı, Berkeley, San Diego Universitetini, UCLA-yı, UC Santa Cruz'u, UC Davis'i qazanan şagirdlər, tələbələr, onlar dühadılar. Çünki orada elə bir kompetensiya var ki, söhbət, gəlin bir söz deyim, Stanford search edib baxa bilərsiniz. Mənim bildiyimə görə 70 tələbədən biri buranı qazanır. Bu bilirsiniz nə deməkdir? UCLA
46 tələbədən biri qazanır. Mən çox xoşbəxtəm ki, hamı pul verib Stanfordda oxuyur. Stanford mənə pul verir ki, ay Ramaş, gəl buranı oxu. Çəkilişimizin ardını inşallah Ramina ilə danışacağıq və fərqli bir məkanda digər hissəsinə inşallah baxacaqsınız. Amma elə burada əyləşmişkən, indi dincəlirik, bir 10 dəqiqə vaxtımız var. İstəyirəm qısa olaraq ailə haqqında danışaq. Öz o ailə dəyərlərini və ailəyə olan o münasibətini bildirəsən bizim izləyicilərimizə. Mən özümüzdən böyüklərdən üzr istəyirəm. Mən hələ ki bir şey əldə eləməmişəm də. Yəni o deyir, cücəni payızda sayarlar. Amma nə eləmək istəmişəm, valla özümün olandan maksimum, öz əlimdə olandan həm mənəvi, həm maddiyatdan maksimum çalışmışam, nəsə edim. Misal üçün, biz 9 il əvvəl bura köçəndə New York əslində köçmüşdük. Mənim övladlarımı yenidən götürüb Azərbaycana qayıtmaqda bir məqsədim oldu. Əgər qayıtmasaydım, onlar bugünkü kimi 50 qollu olmayacaqdılar. Neçə yaşları olanda qayıtmısan? Birinin 8, birinin 6 yaşları var idi. Biz fikirləşdik ki, yox, uşaq tamamilə başqa cürə böyüyəcək. Belə qərar verdik. O an üçün qərarımız belə oldu ki, uşaqlar skripka məktəbinə gedirdi və artıq Azərbaycanda məktəbə gedirdi. Onları biz burada həddindən artıq bahadır, idarə edə bilməzdik. Plus Dilarə özü də gözəl bilir ki, burada övladın Azərbaycanda da, burada da övladın sənin olmur. Məktəbə, bağçaya gedəndən sonra övladın olur cəmiyyətin. Mən də biraz tərəddüd etdim ki, mənim övladım bu cəmiyyətin övladı olsun. Daha çox onun Azərbaycanlı olmasını, nənələrin, babaların, Allah valideynlərimizə can sağlığı versin. Qaynana qaynatamın yanında, atamın, anamın yanında, onların təsirinin altında nə deyirsiniz deyin, milli bayramlarımızı keçirdə. İndi də görürsünüz, uşaqları çox vaxtı volontyorluğa özüm cəzb edirəm. İnansız onu buraxsam, kimin övladı ona məşğul olar? Heç bir uşağın, gözü gəncidir, ona heç Azərbaycanda da həvəsi yoxdur. Amma mən onlara bir cürə onlarda maraq yaradıram ki, qoy bizim cəmiyyətimizdən, düzdür, bunu sevə-sevə edirlər, çünki Nurlanın könlü çox istəyirlər. Yəni bizim onlarla işləmək uşaqların özlərinə xoşdur. Sağ olsunlar bu arada ki, onlar da həvəs yaradılar ki, uşaqları cəlb edirlər də cavanları. Və neçə yaşında geri? Neçə yaşında? 3 il bundan qabaq. Deməli, 14 yaşında, birinin 14 yaşı var idi, birinin 12 yaşı var idi. Biz artıq bura geriyə qaydanda, bəli, çox balacaydılar. Bura əvvəl onları gətirmək üçün. Azərbaycanın, belə deyək də, təhsil sistemi, uşaqları həm savadlı, uşaqlar əvvəlcə rus dili məktəbi ibtidai sinifdə getdilər, sonradan ingilis dili məktəbinə getdilər. Yəni hər bir şey. Sonra waterpolo əvvəlcə üzgüçülüyə getdilər. Sonradan artıq onları seçdilər. Onları Ümid müəllim, Elçin müəllim seçdi ki, bu uşaqların sürəti və məntiqləri waterpoloda daha çox onlara uğur qazandırar. Sağ olsunlar. Necə gözəl seçim ediblər. Bu arada biz Azərbaycana qaydanda Ümid müəllim Cavidən Hüseynə dedi ki, siz buranın o tiplərini, nə deyirsiniz, fənlərini gedib orada bölüşməyin ki, sizi qabağa aparsın. Uşaqların burada uğur qazanmasının əsas səbəbi, mən İctimai TV-yə verdiyimiz müsahibədə də demişdim, Azərbaycandır, Azərbaycan məktəbidir. Çünki bu bir ayrı nəfəsdir. Baxın, skripkanı ifa eləməklə sən bir Avropanın nəyinə təəccübləndirə bilərsən. Sən kamançanı ifa elə və yaxud da skripkada folk ifa et. Azərbaycan musiqisini ifa et. Sən burada waterpolonun vətənində waterpolistliyin nəyinə təəccübləndirib MVP Hüseyn Most Valuable Person adını aldı. Hansı ki, o ona burada istənilən universitetə qəbul olanda scholarship almağı təmin etdi. Balaca övladla danışam. O Ümid müəllim olaraq dedi ki, siz birdən-bir açıb bütün kartları ortalığa qoymayın. Siz bu məktəbi, bu rus məktəbidir. Azərbaycandakı waterpolo məktəbi rus müəllimlərinin davamçılarıdır. Hissə-hissə. Yəni mən Azərbaycanda qalmağımı, Azərbaycanda uşaq və indi də bir Allah şahiddir, bir mənim həyat yoldaşım. Bundan başqa mənim şahidim yoxdur, onları göstərir. Mən övladlarıma dayanmadan deyirəm, böyük uğurlar əldə eləyin. Azərbaycan adına böyük uğurlar əldə edin. Çünki siz Azərbaycanı burada təmsil edirsiniz. Siz Azərbaycanlısınız. Siz istəsəniz də nəinki siz, övladınız da bundan sonra başqa millət olmayacaq. Siz Azərbaycanlısınız. Bir Azərbaycanlı olaraq hər bir şey yanaşır. Demirəm başqaları üçün yaşayın. Deyirəm ki, bizi nəzərə alın müəyyən bir müddət. Çünki zaten müəyyən yaş həddinə gəlib çatasınız ki, siz özünüz Azərbaycanlı olduğunuzu dərk edəcəksiniz. Amma onu unutmamaqdan ötürü, o məqamda rastlaşmağınızdan ötürü hələ ki indi özünüzü ailəyə, ataya, anaya, nənələrə, babalara, misal üçün ananın rəfiqəsi Dilarə xanıma,
Aynura. Baxın da, bax bu ailələrlə yoldaşlıq eləyirik. O ailələrin ailə strukturunu, o dünyaya Dəyərlərini, baxışını, dəyərini görürsünüz. Hələ ki formalaşana qədər, o bir stержniniz əmələ gələnə qədər bunlardan istifadə edin. Sonra da onu artıq ağıllı formada, yəni düşüncəli formada artıq bunu özünüz edəcəksiniz. Çünki bu sizin qanınızda var. Bunu heç yerə yəni dartıb çıxarda bilmərik sizin qanınızdan. Mən bilmirəm gələcəkdə necə olacaq övladlarla. Onu bir yenə də Allah bilər. Amma bugünkü günümüzə qədər mən çalışmışam ki, şəxsi nümunə olum. Şəxsi nümunə hər şeydə şəxsi nümunə olum. İnansız, çox primitiv məsələləri deyəcəm. Bax, misal üçün evdə kola içməyin. Uşağıma 100 dəfə deyim ki, kola içmə. Mən özüm evdə kola içəndə, mən Azərbaycandan mənim evimə heç vaxt uşaqların xırda vaxtından fast food və kola gəlməyib, indi də gəlmir və yaxud da ayda bir dəfə bu elə bir cəmiyyətdə yaşayırıq ki, bunu etməlisən, bu vacibdir. Uşaqları biraz seçirsən ki, bunlardan biri hansıdır, söz verirsən ki, sən bu nailiyyətə görə bunu qazanacaqsan və burada da müəyyən bir yer var ki, ana da artıq onu sevir, ayda bir dəfə ora getmək olar. Yəni, uşaqdan nəyisə deyir ki, uşağa tərbiyə etmə. Özünü tərbiyə et, çünki uşaq sənin dediyin yox, olduğun kimi olacaq. Düzdür, hələ ki, böyük övladı bunu işləmir. Amma çox ümid edirəm ki, övladların işləyəcək. Mən də ümid edirəm ki, işləyəcək. Niyə görə? Deyir, ot köküsündə bitər. Bu söz hər zaman belə atalar sözüdür və çox vaxt yerində deyilmiş bir sözdür. Övlad nə qədər özünü fərqli göstərməyə çalışsa da, nə qədər başqa bir mühitlərə düşsə də, yenə də o deyirlər, ot köküsündə bitər. Bəli, yenə də kökünə bağlı olaraq öz xarakterində, öz yaşadıqlarını göstərir. Sizə bir maraqlı bir şey deyim. Sizin oğlunuzdur. İnşallah siz deyən kimidir. Mən sizə bir dənə maraqlı bir şey deyəcəm. Xahiş edirəm, Dilar xanım, bunu kəsmərsiniz. Bu ana-bala diyaloqumuz var idi bizim bir həftə bundan qabaq. Mən bir də əgər əlimdə şans olsaydı Azərbaycana qayıtsaydım, tamamilə fərqli bir pedaqoq olardım. Baxmayaraq ki, mən Azərbaycanda özümü, bağışlayın bu sözümə görə, başqa məsələlərə görə yox, tələbələrimlə münasibətimə görə bir nömrə müəllim sayırdım. Deyildim. Buradan qayıtsam, bir ayrı bir nömrə müəllim olardım tələbələrlə münasibətimə görə. Baxın, niyə? Mən, deməli, mənə Lesbositis Kollecdə tutoring öz fənnimi Sori, Sori 1, 1A bunlar organik kemistridir. Üzvi kemistrini demək təklif olundu və mən artıq noyabr ayından orada işləyirəm. Amma bir də Fall 25 üçün artıq mənə professorluq təklif olundu. Mən 2 semestr tutoring eləməli idim ki, sonra professor olum. O kollecin, bəli, payız semestri üçün, 2025 Fall üçün. Bəli. Mən dayanmadan intensiv kursdan keçirəm orada. Yəni sən auditoriyaya girirsən, bir Azərbaycanlılardan ibarət deyil də, sən hamı ilə o münasibətivi, tərzivi biləsən. Ümumiyyətlə bunların özünü müxtəlif cürə onlara yanaşmalısan, müxtəlif fikirli, düşüncəli, backgroundlu tələbələr var. Biz indi onu keçirik. Mən övladımla bir diskusiyam oldu, çox xırda bir formada deyəcəm. Dedi, ana, bilirsən mən bura gələndən sonra niyə tormozlandım? Dedi, ana, çünki mən talentlıyam. Mən talentlıyam, ana. Bir damcı ola bilər ki, burada kövrələcəm. Çünki övladımın 16 yaşında gəldiyi nəticəyə mən 42 yaşında gəlmişəm. Siz başa düşürsünüz, bizə necə çətindir. Biz indigo uşaqlarla, biz Z generationla işləyirik. Bu necəsə oldusa, biz belə pis mənada demirəm, sözün vallah yaxşı mənada deyirəm ki, diktator valideynlərlə, diktator qaynana-qaynatayla valla heç biri məndə olmayıb. Biz elə bir survive elədik də. Survive elədik. İndi də diktator uşaqlarla. Mən bunu diktator pis mənada demirəm. Sözlərini diktə edə bilən. Mən gəlin belə deyək də. Uşaqları deyəsən də diktator gəlin. Nəzarətçi uşaq valideyn. Bəli. Biz nəsə bax belə bir şeyi keçdik. Övladım mənə bir söz dedi, ana, mən talantlı olmağı mənə həyatda çox şeyləri əldə eləməyə mane oldu. Dedi ki, ana, məni həmişə talentıma görə tərifləmisən. Müəllimlərim də, ətrafımdakı hamı məni talentıma görə təriflədi. Mam, talant bir yerə gedər. Amerikaya köçəndən sonra başa düşdüm ki, mənim əlimə atdım, övladımın New Yorkda da, Avropada da birinci yer, ikinci yer və üçüncü yer qalibiyyətləri var idi skripkadan. Amma övladım onu talantına görə əldə etmişdi. Eyni şey waterpolodan, eyni şey məktəbdə, riyaziyyat competitionlərdə. Elə bir bəlli bir yaş gəldi, çatdı ki, orada talant yox, orada hard working, orada öz üzərində işləmək, çalışqanlıq önəm daşıyırdı. Dedi, mam, sən məndə hər şey yaratmısan, öz üzərində işləməkdən başqa.
Amma mən son 3 ili dayanmadan özümə və yoldaşıma sual verirdim ki, Cavidin belə relaks olmağı, rahatlanmağı, artıq qabağa getməməyi, amma Hüseynin mən elə bilirəm övladım nə vaxtsa bu videonu görəndə məni anlayar. Çox Cavid anadan talantlı doğulmuşdu və hər şeyi 100% edirdi. Hər bir o əlavə aktivitelərə biz Cavidə görə Hüseyni aparırdıq. Bəlkə də çoxunda Hüseynin marağı yox idi. Amma Hüseyn hamısında gəldi Cavidi keçdi. Çünki Hüseyn talantlı deyildi. Onun disiplinası və çalışqanlığı onun hər bir şeyi əldə etməyinə yəni səbəb oldu. Yenə də bilmirəm bu məqam üçün, bu vaxt üçün. Bəli, indini nəzərdə tuturam. Gələcək onu bir Allah göstərər. Mən bilmirəm. Ümumiyyətlə uğurlu insanların da belə bir sözü var ki, talant, yəni istedad müəyyən bir dövrə qədər ancaq səni irəliyə apara bilər. Mütləq istedadın üzərində hard working, yəni çox çalışmaq, disiplinli olmaq və nizamlı şəkildə müəyyən bir şeyləri nizamlı şəkildə eləmək önəmlidir ki, sən gələcəkdə bəli, uğurlu bir insan olsun. Mən bir dənə niyə görə sevinirəm? Əsas nəyə sevinirəm ki, mənim övladım bunu düşüncəli şəkildə dərk edib. Çox ümid edirəm ki, işləyir də öz üzərində. Gələndə çox relaks olmuşdu. Bilirsiniz niyə? Ətrafımız həmişə sevirəm, əzizləyirəm deyən nənə, babalar, müəllimləri çünki tanıyır, bilir uşaq necə talantlıdır. Aman, burada da deyir, you have to prize your students and your children. But the way how you prize your students and children and your environment really matters. Yəni, övladının intelligence-ni, smartness-ni, talantını yox, övladının nə qədər persistence, nə qədər dayanıqlı və nə qədər möhkəm, davamlı işləməyini tərif edin. Həmişə tərif edin. Amma intelligence yox, bu möhkəm və dəmir qaydadır burada. Tibbə gedən tələbələr var. Onlar talantdan əlavə həm də öz üzərində işləyənlər olub və onları mənimlə bütün müəllimlər razı olarlar. 5-ci, 6-cı sinifdən sən sinifdə görürsən ki, 4-5 sinifdən orada bir uşaq var ki, onun axırı həkimdir. Ümumiyyətlə bizim həkimlərin içərisində, elə buradan da deyim, yəni bəzi tanış həkimlər var ki, həqiqətən də istedadlıdırlar və əl qabiliyyətləri çox gözəldir, çox gözəl cərrahdırlar, amma elmi biliklərinə baxsan, elmi bilik o dərəcədə o səviyyədə deyil. Amma elə gözəl professorlarımız da var ki, elmi dərəcə alanlar və digər o elmi, necə deyək, davam elətdirən insanlara kömək olanlar, rəhbərlik edənlər ki, onların da praktiki olaraq, yəni istedad cəhətdən çatışmamazlığı var. Görürsünüz, o balansı artıq kənardan görmək olur və Amerikada olan təhsil sistemini ona görə bəyənirəm ki, sən də dediyin kimi ki, yəni istedada tək önəm vermirlər. Eyni zamanda o qədər artıq dərəcədə onlardan tələb edirlər ki, imtahan zamanı ki, uşaq məcbur olaraq çox çalışır, imtahanları vermək üçün, keçmək üçün, həm də ödəniş də nəzərə alaraq ki, bəli, hər il ödənişi də push edirdi onu, yəni təzyiq edir ki, tələbiyə ki, oxumalısan, hard work eləməlisən, yoxsa sən də təkcə istedada güvənərək burada təhsil ala bilmərsən. Talant keçmir və bir də kompetensiyalar competition həddən artıq böyüdür. Axı pul, sən qəbul olmalısan ki, sonra ödəniş eləyəsən. Qəbul olmaqdan ötürü də GPA, mən ciddi sahələrdən danışıram. İnanın, mənim sahəmdə competition 3.9 yığanlar, 4-dən 3.9 yığanlar evdə oturur, özünü öldürür ki, görəsən keçdim, keçmədim. 4-dən 3.9. Siz başa düşürsünüz ki, 0.1 səhv eləməyə, yəni 97-98%-dən aşağı düşə bilmirsən. Bəs bu bilirsiniz nə deməkdir? Bu 24 saatdan 4 saat yatıb 20 saat oxumaq deməkdir. Amma mənim ailəm var. Amma mənim ailəm var, mənim 2 dənə övladım var ki, onlar özləri bu dəqiqə maddi və mənəvi dayaq istəyirlər. Mən övladlarımı demək olar ki, görmürəm. Buyurun, mən 5 gün saat 10-dan 3-ə qədər işləyirəm. 5-dən axşam saat 10-a qədər isə öz dərslərimi götürürəm və şənbə bazarda qrant layihəmdəyəm. İndi siz baxın, mən övladlarımı görmürəm. Amma çox ümid edirəm ki, 16-17 yaşına qədər onlarda o yaratdığım o bünövrə və indi də onlar şəxsi nümunə məni görürlər. Yəni valideynləri görürlər, atalarını görürlər necə məni dəstəkləyir. Mən elə bilirəm onlar da öz ailələrinə, övladlarına bu cürə dəstəkdə bulunacaqlar. Yəni mən belə hesab edirəm. Elə bilirəm düz yoldayıq. Onu Allah göstərər. Yəni bircə o deyil, mən bunu da qeyd eləmək istəyirəm. Valla bilmirəm ona görə kim idi. Bizə Novruz bayramında foyedə mənim həyat yoldaşıma
Xalid müəllimə bir valideyn yaxınlaşıb deyib ki, biz sizin uşaqlarınızla fəxr edirik. Nə yoldaşım onu tanımır, nə şəkillərdə göstərdi, mən o insanı tanımıram. Belə hündür, biraz seyrək saçlı yoldaşdır. Deyib ki, sizin uşaqların videolarını bizə göndərirlər. Bizə çox maraqlıdır onları izləmək. Mən təşəkkür və bir də Dilarə xanım mənə bir neçə dəfə deyiblər ki, burada bizim dostlarımız belə xanımlar ki, siz gələndən sonra elə bir ki, canlanıb, uşaqları aktivitiliyə qoyurlar, hamı övladları bilir ki, nümunə elə bil olmuşsunuz. Təhsil insanları ona görə bir köynə elə bil belə məsələlərə, o nümunə olmağa yaxındılar ki, sanki onlar gəlib elə bil nümunə göstərirlər ki, bax mən bunu bacaram. Bayaq mən ilk başlayanda dedim ki, mən öz bildiyimdən həmişə bölüşmək istəmişəm. Uşaqlıqdan xarakterimdə olubdu. Yenə də deyirəm, mən ekstravert insan deyiləm. Amma böyük məmnuniyyətlə mənim marağımda olan, mənimlə eyni marağı bölüşən insanlarla bölüşməyi sevirəm. Çox insanlar baxırlar, görürlər ki, mən görürsüz çox saylı, çox az saylı özümə dost düzərdə bilmirəm, nə də onun marağında deyiləm. Amma necəsə olursa, eyni marağı bölüşdüyümüz insanlarla mütləq bir yerdə bulunuruq. Bu necəsə alınır. Deməli, bu var da, hansısa bir o kimya var aramızda. Demək istəyirəm ki, o təhsil sahəsinin insanlarında bu var. Əgər yaxşı barədə deyirəm də, nümunə. Bir də ki, Dilarə xanım deyir, valla özün deməsən, mən baxdım ki, insan özünü o belə görməzdən gələ-gələ özü elə bir ki, belə necə demək, burada deyirlər ki, biri var boost self-esteem, biri var ki, under self, elə bir sarsıldır self-esteemini. Mən hesab edirəm ki, doğrudan da mən uzun müddəti özümlə, mən Dilarə xanımla axırıncı dəfə keçən, bu vaxta düşürdü. Biz görüşəndə deyirdim ki, elə bir mən özümü artıq useless hiss edirəm, elə bir mən ana kimi övladlarıma nümunə ola bilmirəm nədir, onlar məndən çoxmu bilir nədir. Mən sən demə, öz sevdiyin işlə məşğul olanda sən avtomatik nümunə olursan. Sən sevdiyin işlə məşğul ol, öz yolunu get. Sən xoşbəxt olanda, bəli, övlad üçün. Nə qədər düzəldir. Getdik növbəti etapa. Təşəkkür edirəm. Əziz izləyicilərimiz, deməli, Rəminə xanımla olan çəkilişi davam etdirmək üçün hal-hazırda yoldayam və digər bir gündə görüşmək qərarına gəlmişik. Artıq onun iş yerində, Las Pasitas Kollecində onunla görüşəcəm. Dərs prosesində inanmıram ki, icazə verərlər bizə çəkiliş eləməyə, amma çalışacağam kollecin həyətində, içərisində və yaxud onun kollegaları ilə, iş yoldaşları ilə qısa da olsa söhbət edeyim. Hal-hazırda yoldayam. Yolcu yolunda gərək gedək inşallah. Görək necə olur. Ayrıca bir körpü olaraq ayrılır. Bu şəhər qurma işlərində bu gözəl addımları artıq buradan hiss eləmək olur. Çünki yaşayış yerləri tamam fərqli istiqamətdədir. Bu tərəfdə boş ərazilər və belə deyək, istirahət yerləri, meydançalar və bu yol aparır bizi sırf deməli həmin o Las Pasitas Kollecinin həyətinə. Görürsünüz, burada yazılıb Las Pasitas Kollecinə keçirik. Campus Hill Drive-dan dönəcəyik indi. Dönürük ayrıca olaraq sağa və mən sizə xəritədə də göstərəcəm ümumiyyətlə yerləşmə olaraq necə bir yerdə yerləşdiyini kollecin. Ayrıca bir güşədir, yəni tamamilə yenə deyirəm, mərkəzdən uzaqda, sakit bir ərazidə tələbələrin ləzzət ala biləcəyi, rahatlıqla təhsil ala biləcəyi, əylənə biləcəyi, istirahət edə biləcəyi bir məkan kimi göstərilib. Çox gözəldir. Rəminə xanım işə gəlir. Özü bilmədən onun çəkilişini eləyim. Gördüm çünki. Bəli. Bura
Haradır? Las Pasitas College. Salam değerli dostlar, bir daha sizi artık başka digər bir məkandan Las Pasitas College-nə salamlayırıq. Ramina xanımın bir yerdə. Bugün niyə buradayıq Ramina xanım? Ona görə ki, mən istəyirəm ki, sizi Amerikada ilk dəfə tələbələrlə işləmək experience-min olduğu, təcrübəsinin olduğu bir məkana tanış edin, bir məkanla tanış edin. İnşallah. Ümumiyyətlə burada siz işləmək, burada necə deyim, tələbələrlə ünsiyyətli olmaq sizə nə bir belə təcrübə qazandırır? Niyə məhz bu ərazidə olan, yəni Las Pasitas'da olan kollec seçmisiniz? Birinci ona görə ki, evimə yaxındır. Mən Pleasantonda yaşayıram. Pleasantondan bura 20 dəqiqə, Livermore 20 dəqiqə yoldur və bu ətrafda, San Ramonda, Pleasantonda olan insanlar çox vaxtı kollec olaraq buranı, yəni ya universiteti birbaşa seçirlər. Misal üçün mənim evimdə 2 dənə övladım var, onun biri buradan başlamaq istəyir, biri isə konkret olaraq universiteti var, ora getmək istəyir. Yəni kim başlamaq istəyirsə kollecdən başlayır, çünki saatlar, akademik saatlar eynidir və mənim ilk Amerika təhsili ilə tanışdığım Las Pasitas College'dan başlayıb imtahan vermişəm. High Advance, yəni elə bir yerdə dayanmışıq ki, birbaşa imtahanı baxın bu otaqda vermişəm. Bu otaqda imtahan verilir. Miguel Alvarez adında insanın departmentidir. Bunlar burada boss olurlar, şef olurlar. Mən bax orada gördüyünüz orada imtahan vermişəm. Mümkün olan 120 baldan 103 bal toplamışdım. High Advance-a keçmişdim. İlk dəfə müəllimin, istəyirəm gözümü görəsiz, sinifə girmişdim və müəllim danışırdı və mən belə edirdim. Heç nə başa düşmürdüm. Sadəcə olaraq o qədər bal toplamışdım, yəni o sinifdə oturmalıydım. Başqa sinifə getməyə hüququm yox idi. Və Las Pasitas'la tanışlığım düz 3 il bundan qabaq həmən ESL High Advance, ESL 24 klasslarından başlamışdı və sonra davam elədim 1A, bu Critical Thinking and Reading'dir, hansı ki GRE adlanır. Sonra iş təklifi gəldi, sonradan artıq transfer təklifi gəldi, sonradan bildiyiniz kimi Grand Line təklifi və başladım yenə. İlk adımlarını buradan atmışsınız. Yes, konkret olaraq bu kollecə çox şeyimi borcluyam. Akademik kollecə gələndə mən tamaşaçılarımıza da o hissələri çəkdim. Çox böyük bir kollecdir. Yəni kampus, universitet səviyyəsində olacaq bir əraziyə sahib və böyük bir kollecdir. Tələbələr burada işləyirlər. Çünki ətrafı hamısı bilirsiniz də Livermore eyni ilə Napa kimi öz vineriya şərabları ilə çox məşhurdur və ətrafımızda tənglər, üzüm tənəkləri görə bilərsiniz. Orada tələbələr işləyir, pul qazanır. Baxarsınız. Gedək tanış olaq. Gəlin kolleclə tanış olaq. Maraqlı olacaq. Deməli, binanın girişi həmin o Ramina xanımın az öncə dediyi bina və binanın girişi buradır. Görün mən öz sevimli Miguel Alvarez'in adını tapacağım burada, yoxsa yox. Tapmıram, amma olsun. Yəni onun departmentidir və çox sevirəm əslində. İnsanın özünü çox sevirəm. Hər şeyi onun departmenti ilə başlamışam. Buradakı karyeramı, buradakı hər bir... Buyurun, gəlin bu bizim sevimli kollecimiz. 2-ci mərtəbədə konsulerlər, advisorlər, ondan sonra bütün kompüter texniki dəstəyi insanlara verənlər, sol tərəfdə bizim bufetimizdir, Starbucks'ımıza qədər hər şeyimiz var. Bufet, belə deyək də kafeteriyamız. Tələbə həyatım yadınızdadır ki, 3 il bundan qabaq deyirdim ki, bizcə tələbə kimi bufetdə yemək yeməmişdim, onu da yedim. Bu bizim bufetimizdir. Orada xorək yeridir, yəni bura sadəcə kofe falan. Bura isə yeməkləri oradan seçirik. Yeməklər pulsuzdur tələbələr üçün? Yox, ödənişlidir. Nə qədər ödənişdir? Ödənişli, misal üçün bir dənə burrito $7 verirsən. Starbucks'ın qiymətlərindən xəbərimiz var və eyni qiymətdədir. Yəni heç bir endirim falan tələbələr üçün, müəllimlər üçün bəlkə olar, hə? Yox, yoxdur. Yoxdur. Yox, o xüsusi günlər var ki, misal üçün o Lunar Day vardı. Nə deyirsiniz ona? Çinlilərin yeni ili. Çinlilərin yeni ilində onların deleqasiyası, communitysi özü bunların pulunu verir ki, bu gün bizim hesabımızdadır. Ancaq elə xüsusi günlərdir. Və yaxud da Hindistanlıların bayramında. Çünki onlar geniş communitydirlər axı burada. Bir gün, 2 gün olur. Sonra job fairlərdə, job fairlərdə 3-4 dəfə çöldə olur kampusun. Orada 3-4 dənə lotereya kimi oynayırsan, atırsan qutuya, birdən oradan adın çıxsa, o gün lançı pulsuz yeyirsən. Mən istifadə edə bilmirəm də onlardan. Siz niyə? Çünki
tələbələrdə də ürəyə gəlmir. Sən sponsorun var evdə, onların yoxdur. İstəyirəm onlar utsunlar ki, onlar üçün o çox önəm daşıyır. Zərhəm siz bilirsiniz burada necə bahadır. Yəni bir tələbəni əgər sən evdə bir dənə baxın, dünən Samayaya mən pirog bişirtdirmişdim, düzdür? O börək onu gətirmişəm. Yeyiblər departmentdə 2-3 dənə dilim artıq qalıb öz qrup yoldaşlarıma verirəm. Siz bilmirsiniz də onlar necə minnətdardılar ki, mən bu gün axşama bir 10 dollar, 20 dollar xərcləmədim. Yedim yemək. Onu izah eləmək olur ki, buna necə bahadır və o hissni yaşayır. Bəli, ona görə burada çox da uşaqların haqqına girmirəm. Yəni onu mən udum və hər 4 nəfərdən, 5 nəfərdən biri udur. Deyirəm sən can qoy tələbə olsun. Mənim evim burdadır, onsuz da balalarıma yemək bişirirəm. Bir qab yeyirəm. Gedək. Bəli, davam edək. Gəlin. Kanslerlərlə, advisorlərlə görüş təyin eləmək istəyirsənsə burdan yazılırsan. Burada onlar sizi yazırlar, operatorlar, ya oturub gözləyirsən və yaxud da burada 15 dəqiqəlik sən oturub gözləyəndə 15 dəqiqəlik onlar sənə vaxt ayıra bilər. Amma əvvəldən yazılacaqsansa, onda artıq 1 saatlıq görüşlər. Bura karyera centrimizdir. Bu arada mən bu solda Kristina Vanderhof var, Career Transfer. Görürsüz buranı. İndi onlara mane olmaq istəmirəm, yəqin iş vaxtlarıdır. Mən ona çox minnətdaram, çünki məhz bu departmentə görə mən qrant layihəni qazanmışam. Onlar mənə təklif edib ki, Ramina, sənin backgrounduna uyğun olan departmentin rəhbəri Kristina Vanderhofdur. Bu departmentdə tələbələrə öyrədirlər necə CV hazırlasınlar, necə resume hazırlasınlar. Onlara dəstək olurlar. Deməli, semestr ərzində, 4 ay ərzində 2 dəfə onları bura yığırlar və dayanmadan e-mail göndərirlər ki, CV-ndə bu dəyişikliyi et, bura ver. Misal üçün, sənin bir CV-n ola bilər. Mənə baxın, mən həm educatorəm, həm də artıq medicine backgroundum var. Mənə deyirlər ki, bura verə apply eləyəndə bunu qabart. Daha çox nəyə üstünlük verir? Bəli. Sənə burada advisorlar və tiplər verirlər ki, uyğunlaşdır. Yəni burada bu dəstək və tamamilə pulsuzdur. Tələbələr üçün pulsuzdur. Və yenə də deyirəm, mən Stanforddakı grant layihəmi bu departmentə görə qalib gəlmişəm. Bu departmentdən qazanmışam. Orada bir dənə çox maraqlı bir mərkəz gördüm. Bəli. Elə diqqətimi o cəlb elədi. Görürsüz yazıb, deməli Disability Resource Center. Əngəlli uşaqlar üçün. Mən bilmirəm siz kampusda görürsüz, görmürsüz. Çox üzr istəyirəm. Hətta ayaq yollarına girsəz, ayaq yollarında belə, liftlərdə belə, pilləkənlərdə belə görürsüz. Biz dağın ətəyindəyik də. Burada hamısı girintili, çıxıntılı, pilləkənli, hamısında dizabilitesi olan uşaqlar nəzərə alınıbdır. Kitabxananın girişində, çıxışında, kampusların, bildinglərin girişində, çıxışında, hamısında əlvi vuranda qapı açılan, avtomatik açılan yerlər var. Onsuz bilirsiniz də cərimə edilir. Deməli, job fairlər olanda, əsasən, üzr istəyirəm, eynəyimi taxım, Günəşli Kaliforniya job fairlər olanda, bax bu hissədə olur. 34 iş yerlərinə icazə var ki, tələbələrə iş təklif eləsinlər, sahələri ilə, oxuduqları mecrləri ilə bağlı. Bu əsasən az ödənişli işlər olur. Çox az ödənişli. Misal üçün 20 dollar, 22 dollar. İş yarmarkaları burada olur. İş yarmarkaları. Bəli, həmən o göstərdiyim career mərkəz onlarla müqavilə bağlayırlar. Onların reviziyasından keçir, sonra artıq tələbələrə iş təklif edirlər. O burada olur. Yəni açıq havada olur və 34 nəfərə, 34 kompaniyaya təklif eləyə bilirlər ki, onlar burada iş yarmarkası keçirsin və tələbələrə müəyyən qədər pul qazandıran iş təklif eləsinlər. Legal işlər əlbəttə ki. İstəyirəm ki, onlarda istifadə eləsinlər ki, necə kimya və anatomiya laboratoriyaları açıq havadadır. Bu 1850 gördüyünüz kimi və 1800-cü bildinglər, elm laboratoriyalar, gördüyünüz kimi hamısının qapısı, baxa bilərsiniz, bu chemistrylərdir. Mən bunları keçməmişəm. Niyə? Çünki mənim yetəri qədər backgroundum var. Mənə bunların hamısını yəni ixtisara salıblar. Demək istəyirəm ki, əgər nəzər yetirsəniz, bu iki binada, elm binalarında, həmişə indi Dilarə xanım da görəcək orada çəkəndə doktorumuz, bütün qapılar, elm binalarında, ləblərin qapıları hamısı çölə açılır. Yəni içəridə hansısa bir çökmə baş versə,
Həmən çölə, qapılar çölə icazə verilmir. İkinci mərtəbədə siz elm laboratoriyası görə bilmərsiniz. Kəllənin, gözün dissection keçdiyimiz laboratoriyaya aparmaq istəyirəm. Sizi düzdür, laboratoriyanın içərisində icazə olmayacaqdı çəkməyə. Amma o üslubu bir dənə göstərmək istəyirəm ki, burada bunu necə təşkil eləyiblər. Baxın, dizabilitesi olan uşaqlar üçün hətta balaca bir hissədə lift var ki, onlar qalxsınlar. Mən bunu çox sevirəm, yalan danışa bilmərəm. Biz onların yerində otura bilmirik. Mən də tutorial centerdə sizə tələbələrin məşğul olduqları stolları göstərəcəm. Onların yerində otura bilmərsiniz. Ora həmişə onlar üçün, yəni ki, ayrılıqdır. Bəli, baxın, mən bu laboratoriyanın qarşısında dərs keçirəm. Bizə meydin explosionu üçün, bizə meydin gözün, beynin kəsilməsi üçün, dissectionu üçün burada məlumatlar hazırlanır. Burada içəriyə girə bilmərik, hətta biz belə girə bilmirik. Bizim otağımızdan ora qapı var, amma üzərinə yazılıb ki, only for staff. Yəni bax, elə bizim otağımızdır və bir də labin otağı. Bizə ora girməyə icazə yoxdur. İkinci qapıdan ancaq meydin explosionu üçün girə bilirik. Müəyyən zamanlarda nə vaxt ki o timi dəvət ediblər. Onlar ola biz ora girə bilərik. İcazəsiz girə bilmərik. Amma axşam çağı siz əgər buradan gəlsəz, bura laboratoriya yerləridir. İndi iş gedir. Təzə bir bina tikirlər, elm binası, ona görə belə səslidir. Üzrü hesab edin, yoxsa bura açıq olur. Açıq olur və burada həmişə otururuq. Oturduğumuza görə bunu bağlayıblar ki, indi orada bina tikilir də, yəni yıxılıb eləyərsiniz. Bir dənə diqqətlə buna baxın. İndi azdır, amma axşam çağı buradan ki, xahiş edin, Dilarə xanım çəkildə uşaqların yeməyini, laboratoriyaya yemək, su və termosu sala bilmərsən. Axşam çağı bura əsasən bu siniflərdə əsasən özünü tanıyan və işləyən və böyük insanlar təhsil alır deyənə və yaxud da level artırma üçün. Ona görə onlar əsasən axşam bura crowded olur da, yəni basdırıq olur. Gündüz hamı işləyir. Pul qazanır ki, axşam burada oxusun. Və bura bütün termizdan dolu olur. Dilarə xala, bura başdan ayağa qədər hamının termizi olur. Bəli, mən ləbimi burada götürürəm. İndi orada tələbələr var, dərs keçirlər. Çox təşəkkür. Mən bura axşam saat 5-dən sonra gəlirəm, amma bugün dərsim yoxdur. Ürək damar sistemini keçirlər. Hə, bəli, ola bilər. Bu mənim müəllimlik hissim oyandı. Hə, baxın, bax, o qapıdır. Görürsünüz, biz o qapıdan da içəriyə keçə bildik. Gəldik kitabxana olan binaya. Kitabxananı da biraz istədim ki, çəkək Ramina xanım. Sizə kitabxana ilə bağlı bir dənə qısa bir əhvalat danışacağam. Baxın, mən burada kimyadan tütürlük eləməkdən ötürü bura gəldim, bir xanım var idi. Xanımdan xahiş elədim ki, bu kitabı verin mənə. Mənim bu kitaba ehtiyacım var. Dedi ki, kitabxanadan kənara götürmək olmaz. Ancaq burada oxumaq lazımdır. Mən oturdum, dedim ki, ayda mən bütün ailəm üçün bilet götürmüşəm ki, getsinlər Azərbaycana. Mən bayram eləməyəcəm. Ancaq oturub bu kitabı oxuyacağam. 2 ay buna vaxt sərf edəcəm də. Necə eləyim? Mən Azərbaycan dilində və rus dilində kimyanı bilirdim. Amma ingilis dilində kimyanı, terminologiyanı, izahat üsulunu kitabı oxumalıydım. Chemistry Principle, sizə demişdim, 2 ay gözləmişdim o kitabı. Xanım, elə getdim, oturdum kənarda, kresloda, belə məyus. Xanım gəldi ki, mən 2 dəqiqənin içərisində yuxarıya yazdım. Nəinki sizə 2 həftəlik verə bilərəm kitabı, o 2 aylıq verə bilərəm. Sonra mən nəzrinizdən gözəl bir şam düzəltdim və gətirdim appreciation olaraq kitabxanaçı xanımımıza. Çox sevirəm. Tək ki, sənin ürəyində nəyisə etmək istəyi olsun. Və bunlar da ümumiyyətlə bu ölkə ona dəyər verir. Bəli. Yəni əgər sən elmə həvəs göstərirsənsə, sənə bütün qapılar açıqdır. Mən dedim ki, necə ki, indi bu qapı açıldı. Bəli, necə simvolika. Bəli. İndi hayıb oxan burada yoxdur. Yaşlı xanım idi. Hay. Bəli, bu bizim, mən həmən o dediyim xanım burada işləyir və indi yəqin ki, onun növbəsi deyil. Sakitariya var bir yerdə. Burada sizə heç istəyə bilməz ki, sakit olun. Çünki baxın, qrup müzakirələri üçün ərazi. Hətta oyun oynamaq üçün var. Burada puzzle var. Bəli, hər şey. Hə, içəridə. Baxın necə maraqlıdır. İnsanlar darıxmasın deyə bu puzzle-larda yığılır. O içəridə deməli kitabxananın databazasından istifadə eləyib Noodle Tools var da. Yəni götürüb əgər burada sən ümumiyyətlə elə bir fən yoxdur ki, oradan götürüb sitata qoyasan informasiyadan və citation-ı verməyəsən ki, bu kimindir.
sən avtomatik olaraq o burada akademik uğurluq yəni sayılır. Burada öyrədilər sənə citation property necə qoyasan. Hər bir bioloqdan, Dilarə xanımdan, Raminədən, kimdənsə sitatları, yəni buranın datasında olan sitatları sən mütləq properly qoymalısan. 2 cür formatımız var. Biz əsasən MLA formatında qoyuruq. Burada onu öyrədilər sizə. Əvvəlcə öyrədilər, sonra tələb eləyirlər. Yəni sözdə yox. Burada isə artıq sakit olmalısan. Çünki görürsüz, burada uiziniyonlu, yəni tələbələrin imtahan ola bilər, onlayn imtahanlar ola bilər. Baxın, bu hissədə oturur. Uşaqların əksəriyyəti onlayn siniflərin uşaqları burada imtahan verir. Ona görə sakit olmalısan bu ariyada. Ürəyiniz istənilən kitab var orada, sizə kömək eləyirlər onları tapmağa. W number var burada, universitetlərdə, kolleclərdə sənə W number verir. Bu arada mən biletləri, bütün konsertlərə getdiyimiz biletlərin hamısını indirimlə alıram, ona görə ki, tələbəyəm. Və unlimited YouTube-um var, reklamsız YouTube. Onu da tələbəyəm deyənə hamıdan 2 dənə ucuz istifadə olan, fiziki yetməməzliyi olan belə deyək, insanlar üçün baxın görürsüz belə bir xüsusi bir pasajlar deməli yerləşdirilir ki, qapılar avtomatik olaraq açılsın və deməli həmin insanlar rahatlıqla kitabxanaya daxil olaraq kitabxanadan istifadə edə bilsinlər. Gəldik başqa bir korpusa. Bu korpus nədir? Bu korpus tələbələrə akademik dəstək korpusudur. 2100-cu korpusdur. Mənə çox doğma korpusdur. İlk dərsimə də burada başlamışam. Dərsi də burada deyirəm. Yuxarıda indi gələcək Dilarə xanımı görəcəksiniz. 2-ci mərtəbədə bizim tutorial centrimizdir. Mən bu departamentin işçisiyəm. Hard working deyim ilə çox fəxr edirəm. Nə talantımla, nə savadımla, nə heç nəyimlə yox. Özümün həddindən artıq çox işləməyimlə, çalışqanlığımla Amerikada məhz belə adamları qiymətləndirir. Nitqimə görə mən üzr istəyirəm. Siz mən elə bilirəm anlayarsınız. İndi yəqin mənim müəllim yoldaşlarım, direktorlarım baxır deyir ki, buranın absolut nitqi var idi. Bu niyə belə olub? Mən bu dəqiqə beynim 3 dildə çalışır. 3 dildə çalışır, hətta öz talış dilini, fars dilini də möhkəmləndirirəm onların communitysində. Ona görə bu dəqiqə 4-cü dili də götürürəm. Rezümələrimdə də onu yazıram. Çünki bu çox önəm daşıyır burada. Yəni nə istəyirəm ki, mən üzrlü hesab edəsiniz bir neçə dil bir-birinə qaçışıb. Belə bir tələbəyəm də. Elə olanda. Ümumiyyətlə nəyisə izah etməyə çalışanda insan istəyir ki, ona yaxın olan dillə daha dəqiq başa sal, izah eləsin. Sizin də burada istifadə etdiyiniz təbii ki, dillər ingilis dili olduğuna görə, təbii ki, yəni burada elmi təhsili aldığınıza görə götürmüşəmsə bu dildə onu götürmüşəm. avtomatik olaraq belə istifadə edirsiniz, anlaşılan. Təşəkkür edirəm. Sağ olun. Bura mənim otağımdır. Bəli. Bura mənim otağımdır. Burada dərs deyirəm. İlk dəfə özüm də dərsi çox qəribədir ki, burada götürmüşəm. Özü də bilirsiniz, bir də görürsüz ki, misal üçün, mən bu otağı sevdiyimə görə Erin de Baxiyə, ESL 24-dən olan Erin de Baxiyə çox minnətdaram. Çünki o insan mənə bu kolleci sevdi. Mənim yerim buradır. Mən burada oturmuşdum. İlk bu kolleca gələndə burada oturmuşam. O hamının zəhləsi gedən şagirdlər olur, qabaqda birinci oturan. Mən amma sevmişəm həmişə. Eləmi? Həmişə baxın, birinci yerdə mən oturmuşam. Deməli, hər cürə təmin olunmuş bir otaqdır və bir də mən birdən tələbələrimə dərs deyirəm, birdən kimdənsə artıq qalıram. Bunu burada müəllimlər çox tez-tez edir. Bizi kimi saatın tamam olmasını gözləyib saat da olur həmişə. Vaxt çünki imtahanlarda ümumiyyətlə burada saat və vaxt çox önəmlidir. Ona görə hər an sənə bir də görürsüz ki, siz tələbələrinizə vaxt ayırırsınız. Növbəti dəfə gələndə heç demirlər hansıdır, kimdir, sən təxmin edirsən də. Bax buraya doldururlar şokoladları, konfetləri. Mən bir neçə dəfə çəkmişəm, göstərmişəm. Mən özüm də eləyəm. Samayad, yaş şirniyyatlar bişirtdirirəm ki, paxlavalar hazırlatdırmışdım. Bizim tutorial centerdə və anatomiyada o içəriyə salmaq olmaz, amma onları deməli dəvət elədim. Oturduq, hamımız bufetimizdə, kafeteriyamızda yedik. Eyni şeyi bunlar eləyir. Bu arada onun çox normaldır və bizdən treyninglər eləyəndə deyiblər ki, sizin istəmədiyiniz təqdirdə, sizin istəmədiyinizcə tələbələrin sizə gətirdiyi istənilən xırda hədiyyəmi və yaxud da nəmi, kitabmı və yaxud da şirniyyatmı qəbul olunan. Mən 3 dərs deyirəm burada. Biri Chemistry Theory, biri Theory 1, biri 1A. 1A ən çətinidir. Tibbə gedənlərin hazırlığıdır. 1A. Theory və Theory 1 isə misal üçün
health sahələrinə gedir. Sağlam. Amma onlar sportdadır və s. Onlara çox ağır lazım deyil. Məlumat. Organic chemistry lazım deyil. Sadəcə olaraq ümumi məlumat. Əgər ümumi məlumatdır, sorry one. Burada keçə bilirəm leksiyanı. Amma 1A mütləq sizə göstərmişdim science. 1A-yi tutorluq edirəm və onu tutorial centerdə. Mən hələ ləbbə buraxılmıram, çünki mən buranın professoru deyiləm. Artıq oferdə olunmuşam. Zaten 2 semestr tutorluğu ona görə edirəm ki, az qruplarda işləyim və sonra 40 nəfərlik, yəni qruplara keçim. Mənim hətta burada dediyim leksiyada professorlar kimi 40 nəfərlik uşağa deyil, az qruplara, kiçik qruplara 10-15 və s. Çox sağ olun, məlumat üçün də bildik. Sağ olun. Bəli, əgər nə məlumat varsa, zaten FPC-nin saytından götürə bilərsiniz və yaxud da baxın, uşaqlar burada çoxlu, bu hamısı tələbələrdir. Misal üçün konserti olacaq. Bəli. Bu hamısı buranın tələbələrinin, yəni aktivitetləridir. Bəli, onların qruplarıdır. Kim nəyi sevir, o ilə məşğuldur deyənə, öz başına da onları yığır və hər şeydən xəbəriniz olur. Interior designers var, tarixi klublar var, kiçik klublar şəklində. Water polo belə var. Bəli. Mənim övladlarım water poloya buraya gedir. Burada? Bəli, Las Positas College-dədilər. Buranın water poloya ilk burada başlayıblar mənim övladlarım. İndi high school üçün oynayanda high school üçün oynayırlar. Sonra qutaran kimi sezon artıq water polo team burada. Siz yəqin görürüz bayaq gəzəndə orada water polo swim poolumuzu. Steven Baddır. Mənim 1A critical. Siz mənim Steven Badla şəklini görmüsünüz. O mənim səhvimdədir. Steven Bad. Çox sevirəm onu. Mən sizə Steven Bad haqqında da danışa bilərəm. İnsan həm Hollywoodun aktyorudur, çəkə bilərsiniz. O mənim 1A professorum olmuşdu. Mənim onun səhvimdə onunla şəklim var, istəsə Dilarə paylaşaq. Baxın. Mən bunu sadəcə olaraq Dilarə xanım üçün danışıram. İstəyər bölüşər, istəyər bölüşməz. Universitetin 1-ci kursunda mən heç vaxt imtahanı bilet çəkib verməmişəm. Mən idim, Vəliyeva Günay idi, Əliyev Rauf idi, Abışov İlkin idi. Biz içəriyə girən kimi 11 illik məktəbdə 3 nömrəli məktəbin direktoru, rəhmətlik Ağayev Məmmədəli müəllim girirdi imtahanlara, yadınıza düşür, 8, 11 buraxılış imtahanı verirdik, tetatet. Mən 2000-ci ildən danışıram. İçəriyə girirdi, bir söz deyirdi. Əliyev, deməli, familiyamız belə idi, Əliyeva, Əliyev, Vəliyev, lövhəyə, direktor. Əliyev Raufa, Vəliyeva Günaya və Əliyeva Raminəyə. Birimiz Sumqayıtın 1 nömrəli təbiət və təbiət elmləri gimnaziyasının baş müəllimidir. Birimiz Dövlət Təhlükəsizlik Xidmətinin memarıdır. Birimiz də gözümüzün qabağındayıq. Ağayev Məmmədəli müəllim deyirdi, çıxın qabağa, eksprompt. Üçümüzü də sualları çəkirdi, verirdi əlimizə. Danışın, sizdən zövq alım çıxın. Bir dənə bizim üçümüzdə qulaq asırdı, çıxırdı. Onun nəticəsidir bugünkü performansımız. Və mən də ona inanıb universitetə gedib adını da çəkməyəcəm, çünki çox sevirəm kollektivimdə oradan mənə qalan dostlarımı da. Universitetin 1-ci kursunda biletimi çəkdim, dayanmadan həvəslə danışdım və elə bildim ki, indi 5 yox, 5 pulu salacağam. Professorum bax belə qaldırdı başını, oturmuşdu, danışdım, 3, get. O mənim tələbəlik stresimdir və travmamdır. Mən 3 aldım ondan və atama zəng vurdum. Mən havalandım ki, belə olmayıb bəylə. Çünki mən qırmızı diplomla qurtarmışam orta məktəbi. Mənim ətrafımda həmişə məni sevən və mənə hörmət edən və mən elə böyümüşdüm ki, mənə hörmət eləməyən yerdə mən bulunmurdum. Çünki o xətrimə dəyirdi, mənim ürəyimi sındırdı. Mən ona rüşvət verə bilərdim, amma onda özüm olmazdım. Və sonradan eşitdim ki, söz gəlibdi ki, oxuyur, özü üçün oxuyur, pulunu versin. Müqayisə edirəm. Mənim Steven Bad professorumun azlıqlara aiddir. Görsünüz, professorumun adını da çəkmirəm. İnsan Norvegiya kimyaçılarının üzvü idi. Əslində kişi idi. Mən çıxdım tətilə və qaydanda o artıq rəhmətə getmişdi. 2 aya məndən imtahanı götürdü və qaydanda 70 neçə yaşı var idi. O əsl kişi idi. Bu isə mənim ona hazırladığım, gətirdiklərim, deməli, halal xoş olsun, nə isə bölüşürdümsə, evdə pişirirdim, gətirirdimsə, biz bir yerdə ona nabed edirdik, kafeteriyada. O isə öz dostu ilə yaşayırdı, yəni azlıqlara məlumdur. Amma mənim üçün Steven
xarakter olaraq həmin adamdan daha çox kişidir. Çünki kişilik üzərinə nə qədər məsuliyyət götürürsənsə və onu nə qədər yerinə yetirə bilirsənsə, o deməkdir. Gəldi hara? Bura tutorial centerdir. Dediyim kimi burada həm tələbələr, həm mənim kimi professor olmaq istəyən müəllimlər, həm də professorlar tutoringlər, yəni akademik dəstək edir tələbələrə. Bu tamamilə ödənişsizdir. Hazırlıq mərkəzidir. Bəli, bəli. Kollecin tələbələrinə bu ödənişsizdir. Tamamilə ödənişsizdir və 1 saatlıq professorlarla appointmentlər 20 dəqiqəlidir. Amma mənim kimi professor olmaq istəyənlərlə və tələbələrlə isə 1 saatlıq appointmentlər və tamamilə ödənişsiz. Və bu sizin akademik saatlarınızı hesablanır? Bəli, mən rəsmi, bəli, həm unitim var. Yəni mən bu klası götürürəm və bu dərsi deyirəm. Yəni akademik unitim var. Mən burada elə bil ki bura mənə unit yazır. Bildim. Ballar yazır. Onu keçirtmişəm, bəli. Sonra mən burada dərs deyirəm. Hə, uşaqların da, tələbələrin də hansısa fənni tutoring eləməklərindən ötürü mütləq strong A-ləri olmalıdır həmin fəndən. Əlbəttə ki, ödənişlər eyni deyil. Tələbələrin qiyməti mənimkindən, mənimki isə professorlardan fərqlənir və çox fərqlənir. Şəxsi tələbələrlə burada məşğul oluram və bu otağı bölüşürük, bu ikisini bölüşürük müəllimlərlə. Amma tələbələr tutorluq eləyəndə bax bu aralarda eləyir. Görürsüz, tamamilə kompüterlərlə. Tələbələr digər səviyyədə olan tələbələrə hazırlıq keçirlər. Bəli. Bir leveldə səviyyədə olan tələbə, məsələn, yüksək leveldə olan tələbə, təzə gələn tələbəyə məsəl üçün dərs keçə bilər. Bəli. O nəyə görə hesablanır? Necə onun üçün nə point var, onun nə bir üstünlüyü var? Heç bir üstünlüyü yoxdur. Sadəcə olaraq tələbə pul qazanmaq istəyir. Pul qazanırlar. Bəli, pul qazanırlar. Çox az bir məvacibdir, amma yenə də orada stenddə də tələbələr dayanır, bir-birini əvəz eləyir. Hansının dərsinin arasında pul qazanır. Çox az puldur, amma yenə də puldur. Heç nə eləməkdənsə, dərslərin arasında boş oturmaqdansa, indi bura sakitdir. Qoy deyib niyə sakitdir? Çünki sabahdan spring break başlayır. 12 günlük. Bura bilsiz necə olur? Səsdə yer tapmaq olmur. Bəs bu boyda stollar bura niyə əlavə olunur? Səsdən, küydən burada oturmaq olmur. Zaten sakit otaqları burada. Ona görə qoyublar. Mənim burada şəklim də var. Bunu hamı görmək istəyir məncə. Buradayam. Allah. Bəli. Yenilərdənəm, çünki mən 2-ci sinifdəyəm. Burada öz tələbəmi gördüm, upscale. Elə bil Dilarə xanımın ürəyindən dünəndən də Kiranə xanım, sizin tələbələrinizdən soruşmaq olar sizə. Xahiş edirəm. Bizə də nə söz deyəcəm. Qoy mən soruşum yenə deyirəm, kandidat sağlığa görə. Amma burada mənim tələbəm var. Deyin görün mənim haqqımda nə fikir bildirər Dilarə xanım üçün. Gedək. First introduce yourself, please. Hi, my name is Abby, and I'm a student here at Las Positas. What do you think about the Ramina? I think Ramina is the sweetest. She's been tutoring me for like a month or two. Yes, it was. A month or two in chemistry, and she's so polite. She's so sweet, and she takes her time to explain everything to me to make sure I got it. And if I don't have it, she'll keep doing it over and over again, and she won't get upset because she really wants me to learn, the material that we're going through. And she's always super encouraging. And then after we're done with our study session, we talk a little bit, and she tells me stories about her family and from her home country and how it's different from how it is Any chance, here. do you remember my home country's name? Oh my gosh, I don't. Let's remind you. A with A. It's Azerbaijan. She knows. Yeah, It's Azerbaijan. But Yeah, I know. Stories about how it's different, and I like learning about different cultures, and helps me understand better about what she's going through. And I really like it. Yeah, you're welcome. Thanks so much for I hope that was good. Yeah, Awkward. but I want to mention that she's also my very polite and gentle and patient, because you know that my English is not She always perfect. says that her English is bad, but it's fine. No, I understand everything she said. And what about my one A class? Hey, Ramina, English is my first language, and I didn't get 9A, and you get 9A. Serious? Now I hate you. Thank you for that. Yeah, Thank you again. Thank you for your review. Thank you. Bye-bye. Thank you. Hey, have a good one. You're so nice. Dilarə, sənin ürəyin Bu mənim ürəyimdəndir, bəli. olmur da belə. Yəni belə olmur ki, hər şey belə bu sakit şeylər. Gördüyünüz kimi, hi, it's my friend. O da mənim dostumdur. Hey, Siyuqba.
How you doing? Oh, thank you. Thank you. Anatomiya dərsləri deyir ha. İnsan öz ölkəsində deməli anatomiya müəllimi olubdu və burada həmin anatomini tutorluq edir. Çünki o da mənim kimi professor olmaq istəyir. İnşallah. See you. See you. Aha. Və mən çox vaxtı burada nəsə yemək bişirdirəndə və bizim böyrəklər falan hazırladanda onun çox xüsusilə vegetarian edirəm. Çünki Uğba ancaq vegetarian yeyir. Çox diqqətlisən. Təşəkkür edirəm. Bəli, dünən axşam bir dənə Sani adında oğlan ifa eləyirdi. Özü də IT klass tələbəsidir. Mən də oxuyurdum. Burada iki müdürüm həmişə bir yerdə işləyirlər. Jim və Liza Marie. Həmişə onları nə vaxt keçirsən orada işləyən görürsən. Əl işləri. Bəli. Və ən çox sizə göstərmək istədiyim hissə buradır. Baxın, demirlər, qoyurlar. Demirlər ki, ay baba səndən tərii gəlir, evdə falan elə nə bilər. Qoyur. Görürsüz, bax bunları mən bu məsələləri sevirəm. Burada gördüyünüz kimi Tər əleyhinə vasitələr. Sonra xanım gigiyenik vasitələri. Bilirsiniz də Kaliforniyada tonlarla bizə krem gedir. Çünki çox quru var, nəmləndirici. Bəli, indi boşalıb çünki tələbələr olmayacaq, xarab olmasın deyənə. Bunların ikisi də dolu olur. Çox uşaqlar var ki, kampusda yaşayırlar. Onlar üçün ödənişsiz. Snackdir bunlar. Snack burada olur. Burada isə produktlar olur. Yüngül evdə qaynatdın, üstünə nəsə səpdin. Onlar hamısı pulsuz. He's my boss. Oh. He is my boss here. Yeah, let's say like that. In our country, when we came to the bus office, we should stay the outside and knock the door and they ask him. I do not know Because- so many like processes, gosh. steps. Yeah, but we are friends. Okay. To be honest, we are friends with my boss. Yeah, So okay. my daughter had your baklava all over her lips, and she said, "I don't know what magic is in here, but it's delicious." Yeah. Oh, see. And then she texted all her friends. She's like, "I just had baklava from Azerbaijan." See. And- So I really like I'm really happy that you really love my baklava. It's really like a huge honor for me. Thing to say about Romina? Okay, this is going to be a little thing, but I think this little thing exemplifies who you are as a person. When you turned in any of your paperwork, it was on really nice paper. Like, it was like, like, there's like 20-pound paper. Like, this is like 20-pound paper. You don't have 20-pound paper. You have 28-pound paper. And it's like semi-gloss. Which means you are the type of person that pays attention to every detail to make things awesome. And so when I got your paperwork, I was like, oh, she has it on 28-pound paper. Like, it was like nice paper. See. And I was like, okay, Romina is like pretty serious about what she does in life. So that's just one small thing. But if you can master the small things, that means the big things are easy. But you didn't mention about it before. Like, it's first time. Thank you, Jim. I know, but I don't. That yeah, like the weight of your paper is like who you are as a person. You have nice paper. Thank you for that. Thank you. No comments. Hi, Lisa Marie. Hi. I want to ask a quick question about Romina. Sure. I know you are busy, but about the 2-3 minutes you can talk with us, I think. Yes. Yeah. Okay. Thank you so much. What do you think about Romina? How is she in her educational process? Romina is a great student. She's always happy and she has a really bubbly personality and she makes friends really easily. Are you friends? We are. Because I share with her every like tiny importance, yeah, and she knows. And I think it's important to have a friends in the college where you study and Yes. where you, To have that educate connection. people. Yeah, it's Yes. important things. And the friendships, it's not the easy ways. It's too hard to do this after that year. And thank you so much for your friendships. You're welcome. Thank you for your support. Thank you. Thank you. She is so kind and really environment matters and the environment she created here, it's huge. Oh, thank you. Especially for immigrants like me. Now imagine. Thank you. Thank you for your time, Ms. Marie. Thank you. Thank you. We Thank know you. that you are busy. Thank you. Thank you.
Is it inside? She's Or do you my- say inside? Biz inside otururuq yoxsa outside Inside. otururuq? Inside. She said she's goes today. Ramina xanımla gəldik. Biraz belə deyək də, Axı ailəvi, soyuq evdə. bəli, ailəvi bir mühitdə ailədən danışmaq istəyirik indi hal-hazırda. Təxminən bir 15-20 dəqiqəlik müddətdə istəyirəm səndən Ramina danışaq ailə haqqında. Hal-hazırda türk restoranındayıq. Ramina Gilin yaşadığı Pleasanton şəhərində və tez-tez gəldiyini dedin. Burada girən kimi hər kəs tanıyır artıq Raminanı və rahat sanki öz evimizə gəlmiş kimi gəldik, əyləşdik. İlk öncə dəvətin üçün çox sağ ol. Rəsmi hissə bitdi, indi qeyri-rəsmi hissəyə Zəhmət keçmişik. verirsən, o boyda yol sürmüsən, 45-50 dəqiqə yoldur. Sən sağ ol. Marağına görə təşəkkür edirəm və vaxtına görə təşəkkür edirəm Ramina, sənə. bir qısa sual vermək istəyirəm və düşünürəm ki, bütün ailəli xanımlar üçün həssas bir mövzudur bu. İşlədiyin, yaşadığın, böyüdüyün bir mühitdən ölkəni dəyişib, tamam yəni fərqli bir mühitə gəlmək, tamam fərqli bir ölkəyə gəlmək və ailə ilə gəlmək bu qərar necə qəbul edə bildin və çətin oldu mu sənin üçün? Bəli, çətin oldu və hələ də çətindir. Ona görə ki, yenə də dediyim kimi özüm də çox konservativ ailədənəm, yoldaşım da çox konservativ ailədəndir. Bu arada bir övladdır, evin bir övladıdır. Mən də həddindən artıq çox zəhmət çəkmişdim ki və artıq hər şey rahatdır. Artıq sakitdir, nə lazım isə eləmişdim. Elə bir ömrümü sərf eləmişdim ki, karyeramı qurum, ailəm olsun və 2 oğul övladım varsa 3 evim olsun və birdən-birə belə qərara gəldik ki, yox, biz öz üzərimizdə işləməyə davam eləməliyik. Biz bura 9 il əvvəl köçmüşdük. Sonra geri qaydası oldu, çünki mən heç uyğunlaşa bilmədim, amma ilk dəfə gələndə New Yorka keçmişdik. Sonradan yenə də bildiyim kimi 3 ildən az müddətdə, 2 il və biraz artıq müddətdə bura köçdük bir dəfəlik ki, sən itirməyə heç nəyin yoxdursa, asandır hər şeyi buraxıb getməyə. Biri də var ki, sən 40 il dayanmamısan. Əlindən gələni eləmisən. Qonşuluğundan tutmuş, işivə qədər, karyerava qədər sən artıq Ramina müəlliməsən. Sən direktorlarından, mən Sabunçu rayonunun, yəni Razində işləmişəm. Oranın ən məsul insanı, oranın icra hakimiyyətidir, deputatıdır bizim əziz Dilarə xanımız. Hamısı ilə sən öz sahəbin ən püxtələşmiş insanısan. Və birdən-birə bunların hamısını imtina eləməlisən ki, gələsən bura, bu arada onu bütün ziyalı və müəyyən bir backgroundu olan və kollektivi olan insanlar burada yaşayır. Və gəlirsən bura, Amerikanın vecinə deyilsən kimsən və kim idin. Amerika sənin bugünkü burada eləyəcəklərə görə, bundan sonra eləyəcəklərə görə dəyərləndirir. Özümü dayanmadan belə hiss edirdim ki, okey, gəlmişəm bura, gəl buranın benefitlərindən istifadə edeyim. O qərara verdiyim gün, yəni buradayam, bilmirəm necə deyim ki, Amerikanı da xətrə dəyməyim. Çünki Amerika mənim üçün çox dəyərlidir. Amerika mən deyəndə ki, daha artıq bundan artıqını eləyə bilmərəm. Əlimdən nə gəlirdisə bu idi. Amerika və Kaliforniya mənə sübut etdi ki, sənin içində olanlardan hələ sənin xəbərin yoxdur. İcazə ver, biz sənin əvəzinə qərar qəbul edək. Mən Amerikaya nə qədər minnətdaram. Onu sizə çatdıra bilmirəm. Bəli, çox çətin idi. Övladlar tamamilə fərqli olan culture, mədəniyyət, tamamilə fərqli olan dil, baxmayaraq ki, uşaqlar bu dildə təhsil alırlar, yenə də çətin idi. Amma gördüyün kimi mən həndəmdəyəm. Yəni mən öhdəsindən gəlmişəm. Amerika artıq mənim evimdir. Buna görə çox xoşbəxtəm. Səninlə bir danışığımız, 2 danışığımız, 5 danışığımız olmayıb bu barədə ki, mən hər dəfə deyim ki, mənə çətindir. Sən demə, bu bizi kimi uğurlu olub. Yenə də deyirəm, mən Lori dillə danışacağam. İstəyərsən kəsərsən, istəyərsən qalar. Yəni, əgər ölkədən iPhone almaq üçün, və Lexus sürmək üçün çıxırsansa, sənin üçün çox asandır. Çünki gələn kimi burada iPhone-la Lexus əldə edirsən. Əgər sənin məqsədlərin o idisə və sən ölkəndə iPhone işlətmisənsə və Lexus sürmüsənsə, bura nə üçün gəlirsən?
buranı sən burada Lexusla və iPhone-la heç kəs təəccübləndirə bilmərsən. Bir sözlə gərək seçimlərini doğru eləyib. Bəli. Yəni nə məqsədlə bu ölkəyə gəldiyini dəqiqləşdirəsən, Bəli. öz hədəflərini qoyasan. Bəli. Hər kəsin hədəfi bir cür ola bilər. Bəzi elmi sahədə inkişaf etmək istəyər, bəzi nə bilim başqa bir Sosial sahələrdə, bəzi sahədə sosial sahələrdə, amma bunlara hədəfləri qoyaraq o hədəfə çatmaq məqsədi ilə gəlib və müəyyən bir müddətdən sonra bəlkə vətənə dönmək, başqa bir səviyyədə dönmək, bəlkə də elə ondan sonraki Necə ki bizim arzumuzdur. bəli. Belə deyək də, yaradanın ədalətli o hökmünə inanırıq hər birimiz. Mən daha çox inanıram, bilmirəm səndə bu daxildə necə bir Bəli, var. inanıram. Amma əlbəttə zamanlama ki. məkan o qədər mükəmməl şəkildə seçilir ki, yaradan tərəfindən bizim üçün. Düşünürəm ki, bundan sonraki addımların nə olacaqsa, hər şey sənin xeyrinə, sənin ailənin xeyrinə olacaq. Allah xeyir. İnşallah. İnan ki, bu dəqiqə mənim üçün dualar çox önəmlidir. Həyatımın bu mərhələsində xüsusilə. İkinci sualım belə olsun. Əgər iki övladın tərbiyəsi haqqında mövzuya toxunuruqsa, sənin və həyat yoldaşının burada olan tərbiyə sisteminə münasibətini istəyirəm bilim. Bilirsən, bizim ölkəmizdə olan övlad tərbiyəsi ilə burada olan övlad tərbiyəsi biraz fərqli, belə deyək də, səviyyələrdədir. Hansının üstün, hansının çatışmazlığı var, onu hər kəs öz fərdi təcrübəsinə əsaslənərək deyə bilər. Təbii ki, amma sən hansı prizmadan yanaşırsan, övladlarının tərbiyəsinə yanaşma tərzi necədir, həyat yoldaşının yanaşma tərzi necədir? İstəyirəm bunun haqqında biraz danışaq. Bəli. Bilsiz, ən maraqlısı nədir? Bilsiz, niyə mənə çətin olmadı? Çünki mənim övladlarım, bizim övladlarımız, Xalidlə mənim övladlarımız, onlar doğulandan Amerika və Azərbaycanlı tərbiyəsi görürdü. Çünki mənim yoldaşım həddən artıq demokratdır. Həddən artıq. Amerika belə mənim övladlarımı demokratlikliyi ilə təəccübləndirə bilmədi. Çünki mənim övladlarım həmişə evdə söz və azadlıq hüquqlarına malik olublar. Həmişə öz sözlərini deyiblər və eşidiliblər. Mənim yoldaşımla ən böyük mübahisələrim övladlarımızın üzərində olub ki, sən uşaqlara belə olmaz da, bu həddindən artıq demokratikdir. Uşaq durub, mən bunu istəmirəm, bunun side effekti budur, bunun mənə mənfəəti budur deyib atası ilə xırda vaxtından debata çıxır və inşallah buranı Xalid görməyəcək. Xalid artıq son vaxtlarda Hüseynə uduzur. Yəni, Cavid artıq məni tərbiyə edir. Cavid mənə başa salır ki, hər şey bu həyatda sənin kontrolunda ola bilməz. Biraz rahat ol. Mən ona 42 yaşında gəlmişəm öz valideynimdən. Amma onun 16 yaşı var, 17 yaşına gələcək. Yəni, bizi çox da şoka salmadı buranın tərbiyəsi, buranın demokratiyası. Çünki əzəl gündən mən konservativ olmuşam. Elə bir ki, ailəmizdə bir balans var. Mən çox konservativ. Amma məncə zaman dəyişib. Biz də bu zamanla uyğunlaşmaq yaşındayıq və nə xoşbəxt ki bizə. Biz o inanclarımız hansı ki bizə mane olurdu, övladlarımızı hal-hazırda anlamağa, o inanclarımızın üzərindən keçmişik, onlarla barışmışıq və qəbullanmışıq. Mən və övladımdan gələcəyə öyrənirəm. Yəni yalan danışa bilmərəm. Mən Caviddən öyrənirəm. Mən çox sıxırdım övladlarımı. Cavid mənə son 2 ildə daha böyük dərsi verən insanım Caviddir. Cavid mənə başa salır ki, ana sən hər şeyi kontrol edə bilmərsən. Hamımızın getdiyi yol, yəni o enişi, yoxuşu, məqsəd ola bilər eynidir. Sən keçən dəfə çox gözəl demişdin ki, o sənin övladınsa, o səndən biraz amplitudanı geniş götürə bilər, biraz rəqs amplitudası böyük ola bilər. Sonunda onun nöqtə eyni olacaqdır və tezlikdən asılı olmayaraq. Cavid də mənə başa salır ki, ana hamımızın yolu nəticə eyni olsa da, hamımızın getdiyi yol eyni olmayacaq. Mənim yolum sənkindən fərqlidir. Qəbullanmışam. Başa düşürəm ki, uşaq ayrı cürə, yaradıcı cürə, temperamenti başqadır, enerjisi başqadır. Hüseyn mənim müəllimimdir. Yəni yalan danışım. Onu o vaxtı ki, uşaqlarıma ümid eləməyə başladım, yoldaşımın yoluna özümünkindən daha çox hörmət eləməyə başladım. Demirəm, yenə də onu buraxmışam. Tam mən yenə konservativəm. Uşaq oturuşunu, duruşunu, hərəkətini bilməlidir. Yəni bu mənim... Bunun üçün nə lazım edir səncə? Bunu anlamağım üçün. Bunu anlamağım üçün buraxmaq lazımdır. Hər şeyi buraxmaq lazımdır. Kim üçün isə yaradanın o öhdəliyinə, kim üçünsə zamana, mən buraxa bilmirdim deyənə, Allah
götürdü məni bugünkü həyat tərzinə buraxdı. Mən deyim ki, həmişə bu Ölkəni həyat dəyişdirdi. tərzində olmuşam. Mən həmişə bu həyat tərzində olmuşam, amma Azərbaycanda bizim şəxsi vaxtımız olur. Burada isə şəxsi vaxtımız olmur. Allah məni götürdü bu 9 ildə. Axırda baxdı dedi ki, bəsdir. Sən oradan sözün yaxşı mənasında. Yəni bu videoya mənim ailəm də baxacaq, qaynanam, qaynatam da baxacaq, ata-anam da baxacaq, gəlinim də baxacaq, qardaşım da. Məncə düşünürəm Bəli. ki, hər şey olduğu kimi qəbul Üzr istəyirəm. Hamıya müdaxilə edirdim. Oradan qaynanamla qaynatam, onların bayramları bu nəyi yedi, necə geyindi, sən toya gedirsənsə, ay ana sən Xalidin anasısan. Bir dənə baxım sənin outfitinə, sonra oradan anamı idarə edirəm, sonra gəlinim bir dənə bax, o sırğava baxım onu. Çox idarə edirdim də, yəni abartılı dərəcədə idarə edirdim. Allah məni götürdü ailəmdən, göndərdi Amerikaya, tamamilə uzağa, 12 saat fərqə. Dururam və artıq ailəmin toydakı şəkilləri görürəm. Toya gedənə qədər ki, məqamı görmürəm. Bura qədər hər an atama, ayata yox bunu elə mən hər şeyə, ayaqqabıyla kostyumun uyğun gəlmədi. Çox idarə edici idim ailəm üçün. Vəzifədə yox, vəzifədə mən idarə olmanam. Ailəm üçün, doğmalarım üçün, sevdiklərim üçün. Bayram səhərlərində mənim qaynanamın aşı, onun süfrəsi ideal olmalıdır. Çünki biri gələr, o bir oğlun deməsinlər ki, bunu gəlini işləyir, oğul övladı burada deyil. Çox idarə edirdim. Allah götürdü məni, saldı buraya və məni burada da o qədər məşğul elədi ki, övladlarımdan da xəbərim olmadı. Tətildən tətilə övladlarımızı görürük. Baxıram ki, qardaşımın ailəsi də nə tərsə mənim onları idarə etdiyimdən daha yaxşıdır. Bəli. Övladlarım, bax deyirəm ha, şəxsi məni tanıyan hamı şok yaşayacaq mənim bu dediyim sözlərdən. Çünki hamı bilir mənim necə idarə edici insan olduğumu. Qaynanamla qaynatam çox darıxırlar məndən ötürü. Amma qaynanamla qaynatamın da nə tərsə süfrəsi, hər bir şey ideal idarə olunur. Atamla anamın da gəlinim o rolu götürüb üzərinə məndən daha sakit və məndən daha yaxşı onu idarə edir. Daha belə deyək də, hövsələli. Çünki öz xarakteri də səbirlidir. Valla mən hər şeydən razıyam. Allahımdan da yerlə göy qədər razıyam. Niyə razıyam? Çünki mənə başa saldı ki, hələ hər şey sən kontrol eləməməlisən. Bunu bir kontrol edən var. Yəni mərkəzi idarə etmə sistemi var. Sən bu qədər idarə etməklə, yəni burax bunu. Burax. Bəzən ümumiyyətlə Rəmina, yəni istəyir dünyanın bütün insanları yığılsın, bir klan qursunlar. Məsələn, sənin üçün qursunlar. Raminadır, belə-belə xarakteristikası var, AI qoyaq ortaya və ona bir sual verək. Raminanın bütün xarakteristikasını qoyaq. Deyək ki, Ramina bu xarakteristikada var, bu ailə quruluşu belədir, belə və bunun üçün plan qur. Onun planlaması belə, Allahın yaradanın planlamasından ideal ola bilməz və bu mümkün deyil. Buyurun. Buyurun. Bizə bu arada Türk restoranımız, Eliyanın qardaşlarımız bizə qulluq edir. Nə yaxşı ki, onlar bizdə varlar. Təşəkkür edirik, çox sağ olun. Siz bu gözəlliyə baxın, Edvar xanım. Təşəkkür edirəm, çox sağ olun. Əliniz qolunuz var olsun. Sağ olun. Siz Allah, kaş bu gözəl. Deyirsiniz Ramina gəlir hər yerdə yenə özününkiləri tapır. Siz Allah bu yumurta. Qoy mənim dostlarım, mənim yoldaşım və direktorlarım deməsinlər ki, Ramina gedib Amerikan ol. Xeyr, mən yenə burada Azərbaycanlıyam. Yenə öz restoranıma gəlirəm. Siz Allah bir dənə bunları bizə təklif elədilər, bilməm Dilarə xanım. Baxın, bundan gözəl nə ola bilər? Bu mənim downtownumdadır və Pleasantondadır. Sevirəm, hörmətlərim, sayğılarım və Azərbaycan çayımız. Hə, bax belə. Təşəkkür edirəm, çox sağ olun. Madəm ki, bizim təamlarımız gəldi, masa üzərində olan o neməti də çox gözlətməyək deyirəm və istəyirəm Ramina səndən axırıncı sualımı verərək, son bir sualımı verərək bugünkü videomuzu tamamlayaq. İnsanın həyatında, xüsusən qadının deyək, həyatında mütləq ki, onun yarı, ikinci tərəfi, ailə dəstəkləyicisi, burada deyirlər düzgün insan olmalıdır. Biz nə qədər güclü olsaq da, nə qədər özümüzü haqlı, ədalətli, özünü təsdiq etmiş hesab edən xanımlar olsaq da həyatda, bizim yanımızda, bizim yan tərəfimizdə mütləq ki, bir həyat yoldaşı var. Və bu ailəcanlı adını seçməyim elə məqsədim olub ki, hər zaman belə ailəyə bağlı, ailəsinin münasibətlərinə hörmət edən, onu qorumağa çalışan və növbəti nəslə ötürməyə çalışan xanımlarla, bəylərlə ünsiyyətdə olun və onları bizim izləyicilərimizə də təqdim edə bilin.
İnşallah ki bunu layiqincə bacararam. Allah Öz həyat qoysa və yoldaşımla bacarırsan da. Hə, sağ ol canım. Bilirsən, mən çox bilirsən yeri gəlib. Deyir ki, bir insan nə danışır, danışsın. Hamı onun şəxsi həyatına baxır, görürsüz. Bilirsiniz niyə dünyamız bu gündədir? Çünki çıxır, danışır, deyir danışdığın gözəl, avazın gözəldir, oxuduğun Quran olsa. Yəni özünün dəyərləri olmayan insan bu dəyərlərə heç kəsi sürükləyə, məcbur edə bilməz. Gərək şəxsi nümunə olasan, sonra da nümunə göstərəsən, şəxsin üzərində nümunə olasan. Mən inanmıram ki, bir valideyn yalan danışıb övladına yalan danışma deyər və yaxud da Həyat ümumiyyətlə belədir. Gərək bir içki insanı olub Bəli. övladına sən içmə deyə bilər. Bu işləməyəcək. Şəxsi nümunə olmasan, ona görə sən nümunəsən. Onu mən deməliydim, üzr istəyirəm. Yəni söhbəti kəşf edirəm. Sən də həmçinin mən istəyirəm burada həyat yoldaşını vurğulayım. Nəyə görə? Çünki mən hər zaman sənin yanında həyat yoldaşını görəndə siz necə bir balansda, münasibət, ünsiyyət olaraq necə bir-birinizə uyumlu olduğunuzun şahidi olmuşam. Övladlarla da həmçinin və bir-birinizə necə deyim, fikrinizə, seçimlərinizə hörmətlə yanaşdığınızın şahidi olmuşam. Hələ mən bu kənardan bir izləyici kimi bunu deyə bilərəm. İstəyirəm sən də Xalid bəyi, həyat yoldaşının adı Xaliddir. Xalid bəyi bir ailə başçısı olaraq izləyicilərimə və mənə təqdim edin. İndi uzun bir müddətdən sonra 20 il keçib üstündən. Biz Xaliddən 20 ildir bir yerdə, 21-ci ilə keçib. 2004-cü ildə tanışdığımız 2004-cü ilə təsadüf edib və 2007-ci ildə ailə qurmuşuq. Mən artıq o böyüklərimiz məndən inciməsin. Mən artıq ailə həyatımı hamısız təsəvvür edə bilirəm, amma həyat yoldaşımsız görürsüz nə gözəl sözdür. Həyat hamısız. Bez isключения həyatımı övladlarımın, valideynlərimin, onun valideynlərinin, dostlarımızın olduğumuz da bu həyatın bir tərəziyə qoyuram və Xalidi onun digər tərəzinə qoyuram. Çünki Xalid yeganə insandır ki, onsuz həyatımı təsəvvür etmirəm və Allaha dualarım, birinci duam həmişə bu olur. Allah mənim üzümə baxsın, Xalid həmişə yanımda olsun. Xalid var deyə mən varam. Gördüyünüz bu yol asan yol deyil. Orada sənə həmişə möhkəm çiynini dayayan insan olmalıdır. Bu mənim həyatımda Xalidə qədər mənim valideynlərim olub. İndi mənim bütün ailəmdir, qardaşımdır, gəlinimdir, onun bacısıdır, dayanmadan mənə onlayn dəstək olan. Amma burada hər dəfə, yox daha bacarmıram. Pola uzanıram, qapıdan girəm içəriyə, əlimdəki o ağır çantaları qoyuram və deyirəm, daha bacarmıram. O məqamda Xalid mənə deyir ki, sən bacaracaqsan, dur ayağa. Gəl gedək, onu eləyək, bunu eləyək, biraz hava alaqla. İnsan həmişə maddi və mənəvi mənim arxamdadır. Bir insan heçmi bezməz, heçmi usanmaz, heçmi yorulmaz. Mən bilirəm ki, mən yox, digər insan da Xalidin həyat yoldaşı olsaydı, o öz seçiminə hörmət edən insandır deyənə. Zaten seçdiyi insanın sonuna arxasında duracaqdır. Mənim magistraturaya qəbul olmağa məcbur edən atamın ağzından söz çıxdı. Dedi ki, bəs belə bir professor yoldaşım var, müştərim var. Avtomatik olaraq onun ağzından çıxdı. Xalid axıra qədər dirəşdi. Məni əlimdən tutdu, magistraturaya imtahan apardı. Məni öz işlədiyi şirkətə, yəni müdiri olduğu şirkətə, qaynatamın təşkil etdiyi şirkətə, hansı ki 3 filial var idi, müəllim olaraq aparan əlimdən tutub. Mən deyirəm, yox, uşaqlarım balacadır, gedə bilmərəm, 3 yaş, 1 yaş. Məni əlimdən dartıb aparan və öz üzərində işləyən deyən insan Xaliddir. Məni 2015-ci ildə məcburən müəllimlərin işə qəbul imtahanları 2014-cü ildə aydınlayıb. Aparan Xaliddir, məcbur edən Xaliddir. Məni burada yaşamağa məcbur edən Xaliddir. Kaliforniyaya gətirən və məcbur edərək burada yaşamağa davam eləməyə məcbur edən Xaliddir. Məni kolleca getməyə, imtahanları verməyə və indi də karyeramı bir yerdən digər tərəfə transfer etməyə və ən çətin bölməyə transfer etməyə biri var dəstəkləyən, biri var məcbur edən Xaliddir. Heç vaxt mənim maddiyatıma, mənim kənardan gətirdiyim maddiyyata mənim ailəmin ehtiyacı olmayıb. Bugünkü təhsilim mən 24 saatdan 25 saat oxuyuram. Mən gecə yatmıram, evə girirəm, öz iş otağıma girirəm. Mən artıq son 1 ili, 2 ili az bir miqdarda, amma son 1 ili mən ailəmin yanında deyiləm. Mənəvi olaraq ailəmin yanındayım. Nə etmişəmsə bu vaxta qədər etmişəm. Yoldaşım,
həyat dostum, həyat yoldaşım mənə mənəvi və maddi dəstəkdir ki, bu boyda çətin həyat yolunu keçib. Bu arada mən təbiət elmləri ilə məşğulam. O isə tarixçi politoloqdur və o da Bakı Dövlət Universitetinin magistraturasını master diplomu ilə bitirib. İnsan dayanmadan öz üzərində işləyir. İnsan dayanmadan baxır, izləyir. Onun YouTube bu dəqiqə məncə 21-ci əsrin insanını onun onlayn platformalarından tanımaq olar. Sadəcə olaraq onun onlayn platformasına girin və bilin ki, o insan kimdir. Ən son dünən 15 dəqiqəlik video izləyib mənə Heydər Yunus 2 oğul idilər, yadınıza düşür. Baxın insan nə deyir? İnsan ateistdir. Deyir, əgər mən bir gün dinə gələcəmsə, mən Heydər və onun oğluna görə dinə gələcəm. İnsan 2016-cı ildə rəhmətə gedib, Azərbaycan ziyalısıdır və onun oğlu da əsl türkoloq və müsəlman insanlardılar. Çox savadlı, ziyadlı insanlardılar. İkisi də haqq dünyasına qovuşublar. Ən son izlədiyimiz dünən bir yerdə 15 dəqiqəlik bir video çarp olub onlardan. Gecə saat 10-da 11-də izləmişik biz onu və mənə deyib ki, Rania, bu dünyaya gəldiyimiz deyir, mən yaşlaşdıqca başa düşürəm ki, bu dünya bir imtahan dünyasıdır. Elə bir ki, bir examination deyil. Bunların hamısı elə belə deyil. Bəli, bunun arxasında nə isə biz bilmədiyimiz durur. Xahiş edirəm, gəl özümüzü ona hazırlayaq. Bir şahzadə tərbiyə olunubsa, bunun arxasında mütləq o şahzadəni tərbiyə eləyən şah var və onun anası var. Mən ona tərbiyə edən, Xalidin bu cürə insan kimi yetişməyində birinci dəfə ilk şəxsi nümunələri olan atasına və anasına nümunə edirəm. Yəni təşəkkür edirəm. Anasına verdiyi tərbiyəsinə görə, atasına onun intellektinə, ziyasına, zəkasına görə. Bu arada mənim tərəfim riyaziyyatçılar olsa da mənim əmilərim, onlar da savadlı insanlar olsalar da, yəni ana nəslim hamısı mediklər olsa da, mən övladlarımın məntiqini və təfəkkürünü qaynatama və Xalidə minnətdaram. Onlara məndən heç də keçməyib. Hüseynə məndən hard çalışqanlıq keçirdi. Hüseynin çalışqanlığı mənəm, amma övladlarımın intellekti qaynatamın və Xalidin intellektidir. Bunu mütləq vurğulamalıyam. Buradan bütün sənin Azərbaycanda yaşayan ailənə, dostlarına buradan salam göndərək. Sən də istəyirsənsə salamlarını göndər. Bəli, sevə-sevə buradan mənim bilmirəm sizin xoşunuza gəlmirəm. Bax bugünkü Raminanı görürsüz burada. Bax bugünkü Raminanı ərisəyə gəlməsində rolu olan öz ailəmə, atama, anama, qaynanama, qaynatama və ailəmə, doğmalarıma, anam qədər çox istədiyim xalama. Çünki mənim yadımdadır ki, indi sual verilir ki, xala, mən bəxtim gətirib bu həyatda. Mənim Elxan əmim kimi elə bir ikinci atam var və Aygül xalam kimi ikinci anam var. Həmişə mənə inanan, insanlara inanmaq işin yarısını etmək deməkdir. Mən xalama sual verirdim, deyirdim ki, uşaq idim, xalam məni yatırırdı yanında. Xala, mən ölməkdən qorxuram. Xalam deyirdi ki, xala qurban, qorxma. Gör necə izah edirdi uşağa. Aygün xalam izah edirdi mənə, deyirdi ki, xala qurban, qorxma. Elə bir vaxt gələcək çatacaq ki, sənin bütün doğmaların haqq dünyasında, ohri dünyada olacaqlar. Sənə əziz olan, doğma olan. Və sən özün onların yanına gedəcəksən və onda qorxmayacaqsan. Sən biləcəksən ki, orada da sənə buradakı kimi yaxşı olacaq. Allah gecindən versin. Allah bütün doğmalarımızı qorusun. Allah sonumuzu xeyirli eləsin. Sonumuzu xeyirli eləsin. Və doğrudan da xalamın o sözünə baxıb, mən artıq ölməkdən qorxmuram. Ən yaxşı şeylərdən aşağı salamını göndər. Bəli, salamımı da ki, ailəmə, doğmalarıma, kollektivimə, mənim 209 kollektivimə, mənim nömrə 1 kollektivimə, mənim, düzünü deyim, mənim bu cürə kursələşməyimdə mənim direktorlarımın, birinci direktorum Xalid olub, amma o mənim həyat yoldaşım idi. Mən bugünkü kimi formalaşmağımda mənim direktorlarımın böyük önəmi olub. O Arizə müəllimi olub və o Teyyub müəllim olub. Nömrə 1-dəki Teyyub müəllimi həmişə mənə inanıblar, həmişə mənə dəstək olublar. Mənim buradakı Cin və Lismari direktorlarım, mənim demokratiklikdə bu arada mən bir dəfə üzünə demişdim. Arizə müəlliməyə demişdim ki, Arizə müəllimə siz direktor deyirsiniz ki, siz lidersiniz. Siz lidersiniz. Çünki siz dayanmadan ətrafınızda liderlər böyüdürsünüz və istəyirsiniz ki, onlar sizi kimi olsunlar. Buna direktorluq, köhnədən qalma direktorluq, müdürlük deyilmir.
Arzə xanım elə edirdi ki, biz həmişə riyaziyyatçıdır, bu gün də müəllimdir, şəxsi nümunədir və nə bilim, mənim arzularımın direktoru Teyyib müəllim, nömrə 1-dəki, neftçilərdəki Teyyib müəllim, Sami müəllim. Bugünkü Ramina olmağını valideynlərindən, ailəsindən başqa, yoldaşından, yəni sonra sizə borcludur. Kollektivimi sevirəm. Buradan bütün kollektivimə uzaq dolu salamlar göndərirəm. Yaxşı ki varsınız. Yekun olaraq, dəyərli dostlar, sevimli ailə canlılar, bizim dəyərli izləyicilərimiz, istəyirəm Ramina, ailə canlıya öz ürək sözlərini deyəsən və biz artıq sağollaşaq. Dilarə, sənin şəxsivə və fərdivə və kəndivə o qədər böyük, sənin keçdiyin həyat yoluna, sənin sənətinə, peşənə o qədər hörmətim var ki, mən inanıram ki, sən əl vurduğun hər bir işi başa çatdıracaqsan və çox böyük uğurlar gözləyir o işi. Eynən, bax, ailə canlının planı qoyulanda mənim ondan xəbərim var idi. Bilirdim ki, o bu yerlərə gəlib çatacaq. İndi deyirəm ki, bundan qat-qat daha artıq zirvələrə çatacaqsan. Çünki bu işin arxasında sən dayanırsan. Mən burada, qoy buraya yazaq. Dilarə özü mənə öyrətmişdi ki, arzular qoyursan və ən böyük arzular qoyursan və ona doğru gelirsən. Mən bir gün bizim TV kanallarımızdan, ən məşhur TV kanallarımızdan birində Dilarənin layihəsində iştirak edəcəm. Onun qonağı olacaq. Nələr mümkün? Buraya yazıram. Buraya yazıram. İnşallah. İnşallah. Təşəkkür edirəm Ramina. Əslində mənim məqsədim var idi ki, Dilarənin verilişinə bir də ödənişli olanda çıxım. Sonra dedim ki, əşi, birdən ondakı vaxtda pulum çatmaz. Qoy indidən onun verilişinədir. Qoy indidən onun verilişində məni göstərsinlər. Təşəkkür edirəm Dilarə. Təşəkkür edirəm. Mən də sənə təşəkkür edirəm. Zamanınızı gözəl keçirdik. 2 günümüzü ayırdıq, amma çox belə mənim üçün gözəl və məşğullar oldu. Düşünürəm ki, hər biriniz üçün də çox maraqlı olacaq izlədiyiniz kadrlar. Hər kəsə təhsildə almağı heç zaman gec deyil deyirəm. Təhsil vermək əgər sizin ruhunuzun dincəldirsə, bu sizin missiyanızdırsa, heç zaman ondan vazgeçməyin, belə deyək də, usanmayın və davam etdirin deyirəm. Ramina xanımın timsalında hər kəsə uğurlar arzu edirəm. Sənə də böyük nailiyyətlər arzu edirəm. İstədiyin o səviyyədə, istədiyin o auditoriyalarda səni görmək ümidi ilə sənə sağollaşıram. Təşəkkür edirəm. Çox sağ ol. Doğrudan da vaxtıma görə sənə sonsuz təşəkkür edirəm. Çünki bilirəm ki, o burada nə qədər dəyərlidir. Sağ olun. Görüşənə qədər. Sağ olun. Yaxşı ki izlədiniz. Ailə sənə məxsus bir tablo. Rəngləri özün seç. Hər kəs bir unikal notdur mahnıda. Ailə canlı ritmin ortasında.